Tarix hər zaman dillərdə gəzən o nəğmə deyil. Bəzən böyük dəyişikliklər yaradan kişilərin bidətləri və ziddiyyətlərinin arxasında gizli həqiqətlər yatır. Əski İran türklərinin bastan simvolu olan Şir və Xurşid tarixinə bir müqəddimə ilə Şah Abbasın dürbünündə baxmağa hazırıq. Məqsədimiz ləqəblərin hisarından keçməkdir. O kəbir çağrılan şahın biganəpərəstliyindən tutmuş, ilk kapitulasyonuna qədər. Dövrənin acı həqiqətləri və tarixi hadisələrini araşdıracağıq. Eyş o işrət otaqlarına və gizli əyləncələrinə qədər. Ərdəbil Darüləmanın qidasətindən Səfəvi və Osmanlı türklərinin mürəkkəb münasibətlərinə qədər. Burada əfsanələr dalınca deyilik, bəlkə siyahətnamələrin və tarix kitablarının gizli sətrlərində müstənəd bir həqiqət axtarışındayıq. Mirası hələ də nəqd və ziddiyyət tiğinin üstündə qalan bir şahın əsli üzünü tapmaq üçün. Selamlar və saygılar. Siz Azərbaycan Tarix və Ədəbiyyat Klubunun əziz və dəyərli sahiblərinə. Uzun bir aradan və baş verən hadisələrdən sonra yenidən biz siz əzizlərin xidmətindəyik və çox xoşbəxtik, öz adıma görə deyirəm, ustadlarımızın huzuru ilə otaqlarımızı yenidən başlayırıq. Əlbəttə özəlliklə bu gün Dünya Ana Dili Günü ilə də üst-üstə düşüb bu önəmli günü hamımız üçün təbrik deyirəm. O cür ki, məhzər huzuruzdur, bu otağımız Şir Xurşid tarixinə bir müqəddimə ilə günlərin bir günündə Şah Abbasın dürbünündə ikinci bölümü ilə 53-cü cələsədə siz əziz və dəyərli bizi eşidənlərin xidmətində olacaq. Əzin ki, bizi dəstəkləyirsiniz, çox təşəkkür edirəm. Hər halda bəzən o ana dilimizi yaxşı tələffüz eləməmək üçün bəzən o topuqlar, faslar deyən kimin olur. Siz öz böyüklüyünüzlə həttəmən ki, bunu bağışlayacaqsınız. Bu bir böyük bir günahdır ki, bizim həqqimizdə eləyiblər. Bu gün ana dili günündə də bu bais olur ki, o cür ki, rəvan farsı dilini oxuyuruq, türkçü dilimizi ciddi halətdə eləyə bilməyək, yaxşı danışıq. Hər halda çox sevinirəm sizi gördüm bir daha, hörmətli Rəhim Ağbayraq cənablarına da çox təşəkkür edirəm ki, yenə qəbul zəhmət elədi, otaqlarımızı başladıq və bu gün yenə örgəşəcək. Hörmətli İlyar bəy bir miqdar təbiətən mayklarını aça bilməyəcək, amma hər zaman hazır olsalar eşidəcək. Ay tabında bizlərə qarışıb digər dostlardan da xahişim vardır ki, həttəmən əgər mövzuları olsa, mətləbləri olsa, bizim otağımız hər zamanki kimi 3 bəxşidə gedir. Əziz Döktür Ağbayraq cənablarını da əlbət tanısınız, amma bəlkə bizə bir nəfər hər zamanki kimi qarışıb, o bəlkə tanımadılar. Hər halda Döktür Rəhim Ağbayraq bizim əziz sümeşinasımız, İran əski tarixinin, İranın tarixini araşdıran, əlbəttə İranın əski tarixi, yəni türk tarixi, hər halda türk tarixinin araşdırmacısı və mühəqqiqi bizim böyük yazarımız, əlləri qolları var olsun. Bu gün də iki gün bundan da qabaq bir gözəl kitabları paylaşılıbdı. Mən hər halda linkləri üstə qoymuşam. Döktür Rəhim bəy, Rəhim Ağbayraq cənablarının səhifələrini orada eləyə bilərsiniz. Böyüncü mövzuları ki danışılacaqdır, onları da mütaliə eləyəsiniz. Bizə otağın zamanın, sizin də zamanınızı tutmadan mən əgər icazə versəz, mayk hidayət eləyim Döktür Rəhim Ağbayraq cənablarına və çox xoş gəldin deyim. Bir şey kəsri qalmayıbdı, yenə də yadıma düşsə ki, sizlə paylaşmağa, əlbət otağın yarım saat söhbətindən sonra sizlə paylaşaram. Döktür Rəhim bəy, buyurun, mayk sizdə. Salam, cizəz xeyir olsun. Kimya xanım bu gözəl sunumuz üçün və bütün yoldaşları ki bizim Clubhouse-da qulaq asırlar, sonra ayrı platformlarda bu səsi eşidirlər. Buyurduğunuz kimi bir uzun aradan sonra gəldik. Əlbəttə 40 gün mən bütün səssizlikdə oldum. Bu ehtiram camiyi ki matəm içində idi. Yəni indi 3200 nəfər olur olsun, 30 min nəfər olur olsun. Hər bir can əziz idi.
çə bir atanın, ananın bir oğlu, cavanı ki ona ümid bəsləmişdi, əlinin əsası olacaqdı, çə bir qızın sevgilisi, çə bir uşağın atası, hər halda savaş meydanı dəyirdi ora. Orada o canlar içi getdilər, çox məni üzdü və bir daha isbat elədi ki, Azərbaycan və İranda təhcə yol ki vardı, haman satyagrahadır. Yəni bu mütəkəssir bir camiədə ki, dəyişik dinlər, dəyişik məzhəblər, dəyişik dillər, qovmiyyətlər vardılar və fikrlər vardılar. İndi siz hamımız fikir edirəm görürsünüz ki, evlərin içində savaşdı. Biri bu cinahdan, biri o cinahdan, biri bu əqidədə və narahatçılıq olur, acı sözlər gedir. Mən bunu neçə ailədə öz dövrbərimizdə bunu görürəm. O zaman ki biz hələ başarmamışıq bir-birimizi hövsələ ilə qulaq asaq və demokrasi ilə, rəy ilə gedək qabağa, bu ittifaqlar düşüb, düşəcək və biz dərs almırıq. Hər zaman ki biz fikrimizi verək o məsuliyyətsiz liderlərin əlinə ki, gərəksiz surətdə insanları sonucuna baxmadan çəkirlər bir qətliqaha, məsləxə, o zamanacan biz utuzmuşuq və hər zaman Japon kimi biz fikrimizi verək müəllimlərimizə, ağsaqqallərimizə. Məsələn, Azərbaycanın ziyalıları çox anlaçıq çıxdılar bu macəradan. Yəni o gələcəyin görürdülər, bu durumu bilirdilər. Nə mənənin oyunudur, hara gedir, hardan gəlir, nə olacaqdı. Bütün Azərbaycanda çox az bu qırğın çox az oldu. Yəni barmaq sayısızdan oldu və buranı qorudular. Yoldaşların biri qəşəng söz deyirdi, gərək gündə bizim millətimiz 17 dəfə bu 17 rəkət namazın qıla, 2 rəkətdə bizim bu ziyalılarımızın, ağsaqqallərimizin canına dua eləyək ki, bunları qorudular. Amma fərq eləməz Kürd olur, Fars olur, hər harda, hər insan içi gedibdi, bizi üzürük, biz istəmirik ki, bu ittifaq düşsün. Əslində 1450 gün bundan qabaq bir dənə bir iştibahi Rusiya elədi. Tankların doldurdu benzinlə və o hətta ki dedi biz elə gedirik orada o birisi pom benzinlərdə vuracaq, Ukraynada vuracaq. Amma 1450 gün keçib indi və 1200 nəfərə yaxın insan ölüb, canın əldən verib və təəssüflər olsun ki, onun yeli bütün Orta Doğu, Xavərmiyanəyə də gəlib. Dəyişik şəkillərdə olur da dünyada. Yəni siz Lübnanda bir cür görürsüz, Qəzzədə bir cür görürsüz, Suriyədə bir ayrı şəkildə olur. Hətta bu son zamanlarda Venezuelada bir ayrı şəkildə olubdu. Mən İranda bilmirəm nə cür olacaq, nə nəxşələr vardı və ağay bu kimdir? Buğunzadə gətirib Mutəhhəriniya türklərin saçlarını salır çiyninə, bilmirəm buğların gətirir, vurur qulağının dibinə və bir falçı kimi gətirir, oturur elə bir pişqudi, mübhəm bir sözlər desin ki, hər nə olsa 5 gün sonra belə olacaq, 10 gün sonra onu hamımız biz bilirik. Bu Orta Doğuda elə gecə yatırıq, səhər dururuq, bilmirik nə olacaq. İndi də mən burada sizinlə danışıram. Savaş durumunda, şərait cəngidə danışıram. Yəni danışa-danışa da hər ləhzə hər ittifaq düşə bilər, yer-göy qarışa bilər. Baxın 18 ölkə öz vətəndaşlarına deyiblər ki, İranı tərk eləsinlər. 6 dənə AVAX gətirib Qətərə. Bu AVAX-lar bilirik ki, bir əməliyyatın lap da yaxınlaşan zamanında gələr bir məntəqəyə, bir payqaha. Danışçılar bir şəkildə bir gün danışqahlar açıbdı, danışqahlarda olaylar olubdu. Yəni nə vaxtacan stadionları boş saxlayacaq, heç kəs getməsin, danışqah heç kəs getməsin. Hər zaman açılsa, çünki məsələ həll olunmayıbdı. Yəni əsas da məsələ budur ki, o bizim tanışların biri var idi, çox yaxşı oğlan idi. Elə maşını ilə getmişdi ha bu Təbrizdə cəryanlara. Dedim sən niyə getmisən? Dedim mən tərdidə düşmüşəm ki, əslində iş mən indi Pəhləviçi olam ya Azərbaycançı olam, güldük. Dedim niyə? Dedi bax be, mən 15 milyon aylıq alırıq. Bunun mən hesablayıram bir dənə subhanə bizə 500 min tümənə baxır. 3 nəfərik. Yəni biz nə mənə yeyəcək, nə yeyəcəyik? Siz bunu hesablayın ki, İranda 90 milyonun yarısından çoxu bu şəkildə nigarandırlar, şərməndədirlər, çörəkləri yoxdur, ümidləri yoxdur gələcəyə. Biri maşın söyürdü, biri evin istirdi ala, ev dəyişdirə.
qız ərə verə, oğlan evləndirə. Yəni bunlar hamısı bu nigarançılıq da yetirib bir nöqtəyə ki, astane təhəmmül qurtulubdur. Əgər etirazı olur, çarəcuyi ilə sərkub fərqi var. Sərkub budur ki, biz bu yatıtdıq, bəli, ailə qutuldu. Elə də danışaq ki, hərzaq qutuldu, bax gedin. Yox, həll olmayıb. Çün həll olmayıbdı. Məmulən elm bunu deyir. Mən də pişguzat deyirəm, ağıllı da deyirəm. Mən elə o iki elmi deyir, onu deyirəm. Elm deyir ki, bir müddət tərmim olar camiə, qorxudan düşər. İndi bu 3 ay çəkər, 4 ay çəkər. Çün məsələ həll olmayıbdı. Həm şədid هم سریع هم خشن‌تر یعنی gahən təyin کننده halatı yetişər. İndi siz mən numudari çəkmişdim o olayların əvvəl günündə və yazmışdım ki, baxın bu numudar gedir üstə indi. Axırıncısı o cürdəki şeylərdə elə getdi üstə. Yəni şədidtər oldu, qırğın çox oldu, xəzinəsi çox oldu camiəyə və bizlər müəllimik. Mən bilmirəm, bəziləri fikir elə məsələn mən bir lideri xiyabanam, lideri bir məhəlliyəm, şəhrəm. Ustad niyə Fəraxan vermisiniz? Niyə Fəraxandan himayət eləmisiniz? Niyə məsələn çağırış yapmısınız, filan eləmisiniz? Biz müəllimik və müəllimlərin sən vəzifəsi bu deyil. Müəllim deyir ki, mən xeyr və səlah bu camiəni istəyirəm. Və mən şəxsəndəki barışçılam bu əlaməti ki, bu profili ki, qırmızı vardı, söz budur. Mən bilirəm indi mənim sözümü hər yerdən eşidirlər. Yəni müxtəlif teyflər, bilirsiniz? Müxtəlif teyflər bunu eşidirlər. Mən elə onlara səslənirəm. Mən deyirəm ki, əgər dərin düşünsək, bu hamının nəfinədir. Yəni biz istəmirik bir nəfərin burnundan qan gələ. Bu hər hansı teyfdən olur olsun. Və əgər bir ittifaqı düşəcək, əgər bir nəxşeyi çəkilibdir, əgər bir olay olacaqdır, bir var millət xiyabanda sərgərdan, aşub, onun dükanın qarət edir. O gedir şərikin öldürür ki, ixtilaf var, deyir bu məsələn filan qrupdan idi. Bir də var yox, bu nə asəkkəllər arasında həll olur ki, camiə o şəraiti istirardan rahat‌tər rədd ola bilsin. Bu mən vaqe binanə baxıram pəs məsaili görürük. Mən özüm Təbrizdiyəm, mən BRT-yə minirəm, mən gedirəm çörək alıram, mən girirəm superə çıxanda deyirəm bə çırxıbdı, çox çəkibdi, ya durbin məxfidir məsələn baxsına görsünlər çox çəkibdi, mən nə rəftarım olacaq. Bu vəziyyətdə indi biz bu şəraitdə gəlmişik Şah Abbasdan danışaq. Çün etiqadım budur ki, biz əsası həll eləyəndə, çün Azərbaycan bilirsiniz özün təmiz saxlaya bildi bu durumda. Həyəcanı və ehsası olmadı çoxtər. Bu dəlillə görək ki, elə burada çox işlənilibdir. Şayət bütün İranın məntəqələrinə baxanda bu Azərbaycanda düzdür. Bu boz qeşr, yəni munfəil qeşri vardı. Bu gün çıx xiyabana qışqır Pəhləvi, düşəcək dalınca Pəhləvi deyəcək. Sabah Rəcəvi səslə Rəcəvi deyəcəkdir. Yəni bu qeşri xakistəri ümumən təhت təsir mediadır. Ki təəssüflə indi də bizim medialarımız ki gücsüz olubdur, hər dəlillə hala bu gərək bəhs ola sonra, bunlar üçün onların medialarına baxılda təhت təsiri odur. Amma xoşbəxtçilik və o ki mənim ürəyimi aram eləyir, o da budur ki, Azərbaycanda ziyalılar, yazıçılar, fəalin mədəni, fəalin siyasi, hünərməndlər, sənətkarlar, bunlar hamısı bir qrupdandır. Yəni əvvəliyyət, əvvəl axır Azərbaycandır. İndi solcu olur, sağçı olur, federalist olur. Hər nə mənə hamısı üçün Azərbaycancıdırlar bunlar. O xakistəri qəş məcburdur ki, hər nə olay olsa, hər nə ittifaqı düşsə, biz burdan fikrimiz hətta rahatdır ki, burada məsləhə getməyəcəkdir. Burada iki tirəlik olmayacaqdır, qan tökülməyəcəkdir çoxtər. Bilmirik nə olacaq. Mən də bilmirəm, siz də bilmirsiniz. Onlar ki, çox pişbinliklər eləyir də bu cür olacaq, o cür olacaq. Gördük ki, bunlar da bilmirdilər. Amma hər halda biz bu vəziyyətdən, mən şayət bəziləri deyərlər ki, bu mövzuda niyə danışmısınız? Böyük dəlilim budur ki, sui təbirlər, sui təfahümlər çox olur, bəhanəcuylar çox olur və sadədir. Mənim sözüm çox sadədir. Bizim qutbnamamız vardır. Qutbnama budur ki, hər nə tufani gələ, indi bu 1 saat sürür, 2 saat sürür. Bərq qət ola, internet qət ola, hər nə ola, qutbnama müşəxxəsdir. Bir budur ki, biz barış, sülh və aramış və nəzmlə gərək gedək qabağa. Yəni hər kəs öz məhəlləsində, hər kəs öz dövrbərində icazə verməyə təsviyə hesaba, icazə verməyə bəzi adam bir qəmə götürübdür bir işi görə. İki budur ki,
menafə bulən müddət Azərbaycana gətirib eləyək ki, bizim burada tarixi haqlarımıza fürsəti var, nə edə bilirik, nə mənə ala bilirik, nə cür eləyə bilirik. Və əgər bu iki əsli riayət eləyək, yəni cəmiyyəmizin xeyr, səlah, aramışın hifz eləyək, bu iki dənə zehnində saxlasaq da bəqiyyəsi öz-özünə gedər qabağa su yolunu tapar. Vəli bu günlərimə bir tərəfdən də ana dili günüdür. Heyf bilirəm ki, bu mövzuda da iki-üç kəlmə söhbətimiz olmasın. Bəziləri deyirlər, yağ bu belə, ruh bu belə, nəm getmişəm Lentalam bu belə. Siz hələ ana dili fikrindəsiz. İttifaqən elə ana dilində fikrində olmamışıq ki, bu gəlib bizim başımıza. Yəni bizim burada mədənlərimiz var, biz varlıyıq, biz sirvətməndik, bizim insanın sirvətlərimiz də var. Vəli çün biz ehsas eləmişik, bizə ehtiram yoxdur, kəramət insanımız yoxdur. Niyə? Çün bizim dilimiz sayılmayıbdır, hesabda olmayıb, rəsmi olmayıb. Əslən kökdən bunu rəsmiyyətə tanımayıblar. Nəcür? Yəni deyiblər ki, siz Azərisiz, Türk dəyirsiniz, türkü varidatıdır, türk həmlə eləyib. Bir dənə Azəri ki, heç kəs də bilmirik bu cür dil var idi, yox idi ki, əlbəttə yox idi. Özümüz ki bilirik yox idi. Amma xop kəsrəvi bunun yaratmağı ilə bais oldu ki, bir dəli daş sala quya, nə qədər ağıllı, neçəli bunu çıxardamaya. Bəhanə də olar ki, faşistdilər. Faşist yəni bir ki, öz dilin, öz nicadın, öz mənfəətlərin üstün bilər, o birisilərə əzər. Dil, ابزار der ki, olsun ابزardır, nə olacaq, farsı olur olsun, türkçe olur olsun. ابزar der, bizim zehnimizin, beynimizin evidir. Mən ki bu İngilisi dilində də hərdən çalışıram. Bir dənə lüğət o gün gördüm fəth adında. Fəth bizdə yoxdur, farsıda da yoxdur. Yəni gedib bir zadı gətirmək, getmək və gətirmək iki dənə ayrı feildir. Türküdə, farsıda və o birisi dillərdə. Amma İngilisidə bir dənə feildir. Bizdə də bu feillər vardılar. Nə qəd desəz, məsələn dırmaşmaq, qonmaq, darıxmaq. Bunları siz farsı ilə deyəməzsiniz. Uşaq bunu hiss edir. Anadan, atadan. Ana ata əslən bundan farsı danışırlar. Böyük atadan, əmmədən, xaladan, cüsədə gedəndə, müəllimdən, yoldaşından eşidir və bu kəlmələri hiss edir. Siz sonra qoymusunuz bu deyilsin. Yəni bu xəfələnir, bu uşaq xəfələnir. Fəqət kəlmə deyil ki, xatirələr, atifələr, hüviyyət hamısı dillə olur. Vəqti dil deyirik, ana dili deyirik, bu hüviyyət fərdidir. Yəni bu ki buna deyək sən gərək farsı danışasan, bəhanəmizdə budur, mədrəsədə ya müvəffəq olasan, çün biz elini olmuşuq, təhqir olmuşuq, çün utanmışıq türkü danışmaqdan, çün təhqir eləyiblər, tohin eləyiblər, coş düzəldiblər, məsxərə nəqşlər veriblər. در nəticə biz bu uşağa farsı danışırıq. Ya da yox, çünki kətdən gəlmişik, ləhcəmiz var və şəhərdə də bəzən bizim ləhcəmizi məsxərə eləyiblər. Mən kətdi bərayınca bu uşağın təhqir olmasın, gülməsindən mən farsı demişəm ki, o bir miqdarda üstüntər olsun, bu cür fikirləmişəm. در حالی ki, o farsını danışanda lap komik olur, lap gülməli oluram. Biz در واقع بخشی از bunun vücudun, bir bölümün bunun deyirik qəbul olmamısan sən. Yəni bu uşaq ehsas edir ki, insani kəraməti yoxdur. Niyə deyir? Mənim dilim əgər var idi, ata-anam niyə qoymadılar danışam? Pəs pisdir bizim dilimiz. Pəs pisik biz. Pəs 2000-ci dərəcəyik. Pəs mən bir daha fars görsəm, gərək korniş eləyəm, əyiləm, ayağından öpəm. O bizdən yuxarıdır, o bizdən çoxtər düşünür. O Pəhləvi də desə Ceycan dalısıcan, o Kuruş da desə, Darüş da desə, düzü odur. Bizlər heysadıq, bizlər Moğolistan gəlmişik. Həmin bəlayı ki, bu manqurtların və Məhəmmədlərin, kəllaşıların, bilmirəm, Kətxudazadələrin, bunların başına gələr. Həmin manqurtlar ki, elini olublar özlərindən mütənəffirdirlər və öz əleyhlərinə çalışırlar. Gediblər düşmənin paygahına. Deyirlər ki, mən xodam Azəriyəm, vəli Azər. Mən xodam Azəriyəmi deyəndə mən bilirəm ki, bu vac edibdir. Da bu elini olub qutulubdur gedibdir. Və bəhanələri ki, vəhdət milli dalısına sən Allah gizlənməyin. Finlandiyada həm Suedi danışırlar, həm Finlandi rəsmidir. Kanadada həm Fransəvi rəsmidir, həm İngilis. İttifaqən bu saxtarهای müdiriyyətdə ceyb yuxarıya. Suisdə 4 dil, yəni 55 ölkədə neçə dil rəsmiyyətdədir. Biz burada hələ rəsmiyyət demirik. Mədrəsədə öz dilimizin vurduğunda bir dənə balaca kitabçamız yoxdur. Özdə deyirik, yarısı İranın türkdür. Bu, در واقع bəs vəhdəti milli bəhanədir, faşistdir.
baxışa və bəhanədir. Və bir nəfər bu gün komment yazmışdı mənə. Mən kommentlər şansı bəzən görürəm, çünki çox olur. Yazmışdı ki, bəli, زبان مادری آری تجزیه طلبی و پانتورکیسی xeyr. Yəni bir dənə də mark bir cüpünü götürmüşük əlimizə. Be namı panturkis bilmirəm. Heç panı bilmirlər ki, nə mənədir. Pan yəni iştirak zabandan istifadə edirik. Yəni bir dənə xanım burada gedir Vandan məsələn paltar gətirib burada satır. O üçün o dildən türkçe dili başarırdı, orada işlədibdi. Biz ona pan deyərik. Yəni panturkismin tərifi budur. Əgər ittihad desələr, o xub ittihad təşkil tapıbdı, ayrı bir zatdır. Bizdə deyək İranda da türk var, bu da getsin oradan yararlansın, mənfəətlərindən istifadə eləsin. Əslən mənasını bilmir bunun. Pəs bu da bir dənə küpündür bizim həmişə başımızın üstündə ki, sən pansan, sən bilmirəm xainsən. Yetişdik bir yol nəqş ana dili zihnin və amuzişin sürətində. Uşağa ta bunu başa sal ki, bunu məsələn coğrafını, tarixi bu dildə çör, farsı zandinə. Dünənlərimə mənim qardaş oğlum rəhmətliğin oğlu Aydin gətirmişik biləsən bir də kardəsi düzəltmişik. Anası gəlib bundan film götsün. Uşaq iki bərabər təqəllilir ki, desin ki, mən bu batırı bura bağlamışam. Az inza mi ayət, az anza mi rəvət. Yəni bilmir nəcürsinə bunu desin. Öz dilində desəydi nə qədər rahat olardı. Bunun aya fikri getsin ki, mən bu enerji elektrikini nəcürsinə enerjiyə, məsələn, su gətirmişəm, elektrisitetə təbdil eləmişəm. Ya gəlsin bu cümlələri nəcür düzəcəm. Sonra biz deyirik ki, o uşaqlar ki, ittifaqən sizə yaxşı olubdu. Üçüncü dili rahat öyrəşərsiniz. Xeyr, o cür deyil. İttifaqən uşaqlar ki, əvvəl ana dilini öyrəşirlər, 2000-ci dili mədrəsədən sonra rahatlar öyrəşərlər. Bu dəlillə görədir ki, siz Azərbaycanlılara baxanda, Güney Azərbaycanda, burada ingilisi başaran azdır, farsların içində çox tərdir. Yəni o enerjimizi bizim alıbdı və bərxəlahı bir işi, mən özüm ulum tərbiyyət olmuşam, bu deyirəm. UNESCO da barha deyibdi ki, bu uşaqların haqqıdır. Yəni təhdid deyil, sərmayədir. Əgər İranda kürdü var, türkü var, ərəbi var, bəluç var, farsı var, bu sərmayədir, gözəldir. Amma o zaman bu təhdid olur ki, biz zəif olaq. O zaman bu təhdid olur ki, biz baxaq deyək, ulan manatları bu cürsunadır, onların məsələn lirələri Türkiyənin bu cürsunadır, Qəzaqistanki bu cürsunadır, həm dillərimizin, həm tabarramızın ki. Bizim İranda məsələn bu niyə dalıdır? O zaman zəif ola bilər ki, müqayisə elə deyək ki, olan pasportlar məsələn bu cürsunadır, 40 ölkəyə gedə bilirlər. Biz məsələn burada Türkiyə çətin qoyurlar. Onların dəryaçələri budur, bizimki bu cürsunadır. Mən fikir edirəm yarım saatim qurtuldu əgər Kimya xanım sizin sözünüz vardı bu mövzuda görə. Bəli, təmənnə edirəm. Çox sağ olun. Yorulmayasınız. Ay götürür bir 5 dəqiqə, 6 dəqiqə də var yarım saatınıza. Əlbəttə çünki Bunu tam idamə verin bu bəhsi. Bir bəli, bir 10 ləhzə. dəqiqəcə də söhbət eləyə Bir bilərsiniz, ləhzə sonra bunu buyurun. heyvişdir. Bunları cavanlarımız bilsələr yaxşıdır. Biz indi 53-cü cələsədə biz gəlmişik danışırıq. 53 bölümdə, yəni 106 saata yaxın biz söhbət eləmişik. Bizim cavanlarımızı qoruyan da budur. Bayaqlarıma elə yoldaşların biri siz də gördünüz, orada söhbət eləmişdi ki, sizin bu kitabınızı baxdım 30 neçə min nəfər, 35 min nəfər məsələn o kitabı görmüşdülər. 35 min nəfərin əslən 3 min nəfəri bunu oxusunlar başdan ayağa. Yenə də söyündürməlidir ki, biz bu yolda addım atırıq. Cavan ailələri və öz hüququnu bilir. Vəqti ana dilini saxlayır biri, yəni hoviyyətini saxlayır. Hoviyyətini saxladı, iqtisadi yaxşılaşır. Pəs bizim başımıza gələn bəlalar budur ki, bizə bir qondarma bir tarix cürləyiblər ki, bu günlərimdə də Şah Abbaslı ittifaqən onun rişə və mənşələrinə işarə eləyəcək. Peyğəmbərlərin əmin olur. Bir, biz Azərbaycanlılar, bir Kürdlər, biz ərəblər, biz bəluçlar ehsas edirik ki, təb'iz qail olublar. Yəni bir nəfər fars öz dilində danışır, televiziyon onun, sənədlər onun, BRTM-ni sən farsı danışır, Banca girirsən farsı söhbət edir, Furudqata farsı danışır və ikinci dildə demirəm. Bir ehsas təb'iz edirik. İki budur ki, sərmayə ictimai, sərmayə fərhəngi, yəni dilə van verir.
məsəl çövürülür, nəql gedir gəlir, bilmirəm bayatı nəqşi vardı. Bunların hamısı در واقع نفلل غارضان aparırıq. به بهانه وحدت milli, به بهانه وجود şekaf. Baba şekaf vücuda cəlbdir. Şekafı sən özün vücuda cəlbmisən. Yəni bu ayrımçılıq olubdur. O zamandan ki sənin qanununda bu vardı. Əsli 15 məsələn, hər sənki naqis əslidir. ولی bunu اصلا bunu soruşuram. Amma mən deyirəm bu زبان rəsmini kim təyin eləyibdi? زبان rəsmini qanun əsası təyin eləyib. Qanun əsası o zamanda, o şəraitdə, o inqilabın halı havasında, xub indi bunu islah eləmək olmaz. İndi bunu eləmək olmaz, rəsm eləyək, referendum qoyaq, rəy verilsin. Biz sülhçü millətik. Azərbaycan, hala bu cəryanlarda çox dedilən, həm siz qorxusunuz Azərbaycan. Xeyr, Azərbaycan yazmışdım, tarixin yazmışdım ki, tarix boyu Azərbaycan həzinə verib dəstavərd olmayıb, həzinə verib dəstavərd olmayıbdı. Bizim əlimizdən Tonkabunlular, bizim əlimizdən Bəxtiyarlar hökuməti Qacardan salıbla, alıbla, veriblə İngilisin tutumuna Rıza Şaha. Ondan sonra bilmirəm Pəhləvilər gəliblər, Məhəmməd Rza Şahı ingilislər gətiriblər, Amerikalılar himayət ediblər, kudeta olubdu, Amerikalılar gətiriblər. Pişəvərini Stalin bəli, Stalindən köməkli qalırdı, vəli azadçılığı İran istirdi. Onu aparıblar, o şey xain idi, o Stalindən Rusun nökəri idi. Xub, məgər onun müqabilindəki İran, İranın şahı kim idi? Məhəmməd Rza Şah idi. O kim idi? O çox bəsən milli idi, heç kəsə vabastə deyildi. Onu kudeta Amerikalılar gəliblər, özü ki o qəbul edirsiniz hətta. Yəni biz bu cür bir şəraitdə qərar tapmışıq. Əgər Azərbaycanın çox adam deyir ki, xeyr, Azərbaycan heç sədə çıxmır. Azərbaycan niyə çıxıbdı? Urmuc gölünə çıxıb, Nuduza çıxıb, Azərbaycan. Baxın bu 2 fərvərdin ilə bu il bax, bu ilin 2 fərvərdin Urmiyədə 10 minlər nəfər insan çıxdılar. Müsalahətamiz. Yəni bir nəfər burnundan da qan gəlmədi. Şarran da belə sözlərini də dedilər. Bozqurtdan da tutdular, getdilər. Nə oldu? Burada pəhləviçilik yeriməyəcəkdi. Yəni Pəhləvi fəqət bir dənə mətərsəkdir, bir dövran guzardı hər nəmə. Bir dənə mətərsəkdir. İndi fişara qoyurlar, indi nəxşələri var, nəmə nədir biz bilmirik. Amma pəhləviçilik hər yerdə getsə, ittifaqən şاید bəli, məsələn şimalda da biraz məhbubiyyəti olar. Amma mən meydani surətdə, camiədə yaşayıram. Evimi, zindəcandığımı mən Avropada qoymuşam, gəlmişəm bura. Bundan ötürü ki, burada otururam, taksidə danışırlar, burada minirəm, otobusda danışırlar. Otobusda görürəm, onun quş üstündə nəminiyə baxır, o nəm. Yəni mən istəmişəm mətn camiədə olan insanla danışam, mən bilirəm. Burada pəhləviçilik getməyəcək qabağa. Və mən bunu pəhləviçilərə deyirəm. Əlbəttə, Pəhləvi Azərbaycana böyük bir nemət. Yəni o cür bir dənə quşbeyin bizim bir opozisyon, bir müxalifimiz ittifaqən çox böyük nemətdir Azərbaycana. Hətta bu iki ha indi deyirlər, yo Azərbaycan bilmirəm Cavid Şah deyir, Azərbaycan belədir. Elə o təvəhhüm də bizim çox nəfimizədir. Qoyun elə o cürsünə xumarlıqda qalsınlar, vaqiəti görməsinlər. O da bizim nəfimizədir. Sonra biləcəksiniz ki, nə mənə dedim və bu bizə niyə nemət idi. Bizim meyarımız budur. Biz deyirik ki, ana dili möhtərəmdir. Biz deyirik tənəvvü bu dilləri gərək qəbul eləyək. Biz deyirik yəni bu ehtiram be insan. Vəqti mənim türkçe dilim qəbul olunmayıbdı, vəqti bir dənə Fazəriyə çönübdü. Yəni televizyonda baxıram mən deyirəm axı bu türkçe danışmır ki. Bu farsı deyir, feillərin türkçe deyir. Bu yəni ehtiram mənim dilimə aradan gedib, sayğı aradan gedibdi. ولی وقتی qəbul olunsa, yəni sən o cür ki varsan qəbul olunmusan. Vəqti uşağı ilə ana türkü danışsa, kürdü danışsa, fars danışsa, yəni uşaq sən o cür ki varsan, elə o ana dilivinə ki vardı sənin hüviyyətindi, varlığındı, onunla sən sövünməlisən, onunla sən eşq və məhəbbətə şayistəsən, onunla sən ehtirama şayistəsən. Mənim baxışım bu cür sınadır. İndi söz sizdə. Çox sağ olasınız, ürəyinizə sağlıq. Ay doktor, düzdür hələ əsl mövzumuza girməmişik, amma o qədər söz var idi. Siz dediniz ki, bu gün də ana dilindən düşüb üst-üstə bir miqdar bəlkə bugünkü otağımız düşünürəm ki, bir bəxşələrinə toxuna bilməyək. Hala mən o cür həsbirəm. Çölüm çox istəyir, ay tabanı bir eşidəm. Bilirəm ki, Eliyar bəy mayklarını açamayacaq, amma yenə də əgər müsait olsalar, həttəmən açsınlar bir eşidək. Ay Taban, sizdən də bir qıssa eşidək. Bəlkə bir ana dil gününə görə biz bir dənə bir şeirlə
Götürürəm də bir istirahət eləsinlər, otağımızı davam edək. Aytaban, maykınızın dalısındasınız əgər, buyurun. Bir 2-3 dəqiqəlik sizi eşidə bilərik. Hər halda. Aytaban bizi Selam salam. ustadımıza ve tamamları vardı. Yorulmayasınız. Her vaktiniz xeyir olsun. Hər halda bizim camiəmiz keçən yüzildə bir vəziyyətə düşübdür ki, bu günlərimə hər kəs öz hüviyyətinin dalısıyla qaçır. Vəli nə hakimiyyətlər, nə camiələr bu hüququ rəsmiyyətə tanımırlar. Və bu rəsmiyyətə tanımamaq bizim uşaqlarımızı vaqəən əziyyət eləyir. Məsələn, mənim nəvəm bir il doğumu oxuyur, doğum ibtidaini. Biz buna fars dilinin, lüğətlərin öyrətmək üçün dünyanın zillətini çəkdik. Çünki niyə? Başarmır və indi də başarmır. Və bu bir zülmüdür 6 yaşında, 7 yaşında uşağa. Əgər tənha biz buna fikir eləsək ki, bizim uşaqlarımız nə günah eləyibdilər ki, bir belə zülmə məruz qalırlar, bu özü bizə bir yol göstərir ki, gərək bizim uşaqlarımız bu zülmə məruz qalmayalar. Çox məmnun, yorulmayasınız. Çox yaşayasınız. Aytaban, bir miqdar internetiniz payidar dəyirdi. Hər halda ətrafda da səs var idi. İnşallah gələn sirri sizi eşidəndə bəlkə yaxşı olasınız. Bərabər bugün ana dili gününü yenə də sizə təbrik edirəm. Bərabər bir şeir eşidək. Sonra yenə otağımızı davam edək. Buyurun eşidin. Mənim ana dilim, mənim kimliyim, pasportum, özümə öz hakimliyim. Mənim mənliyimin füsunkarlığı, danışan kamalı, ağlıdır dilim. Millətin varlığı, yurdun varlığı, sənin varlığına bağlıdır dilim. Məni həm babamla, həm də nəvəmlə bağlayıb uzanan tarix bağımsan. Dünənim, sabahım, üstəlik hələ mənim söz hünərim, səs bayrağımsan. Sənsiz adım haram, vətənim haram, ana südü kimi halalım dilim. Harda sən varsansa, orada mən varam. Ey mənim ulduzum, hilalım dilim. Daşlardan süzüldün, sən zaman zaman. Gözəldir suların daşdan keçməsi. Yarandı dumduru damcılarından, bayatı çeşməsi, dastan çeşməsi. Mənim ana dilim, möcüzəm, sehrim, çəpərlər dağıdar, qapılar qırar. Bəzən bircə kəlmən, ən dərin fikrin üstünə nur salıb cilalandırar. Fərqini bilməyib ağdan qaranın, adam var bu dili yad sayar bugün. Dədəsi bu dildə cəbhə yaranın, özü özgə dildə banlayar bugün. Hansını söyleyeyim? Mis mi, dəmir mi? Yalnız öz səsiyle cingildəmir mi? Mis səsi bənzəməz dəmir səsinə. Onların dilidir onların səsi. Bənzəməz bülbülün təranəsinə. Qarğa qarıltısı, hop hop dərməsi. Nə yarpaq, nə külək, nə metal, nə quş səslənmir, oxumur özgə dilində. Bəs sənə nə düşüb ay dili yanmış, yad dil də ötürsən öz mənzilində. Namusdan bixəbər, vicdandan uzaq, vəzifə kürsüsü məramdır sənə. Vətənin dilini sevməyən nadan, vətənin çörəyi haramdır sənə. Mənim mənliyimin füsunkarlığı, danışan kamalı, ağlıdır dilim. Vətənin varlığı, xalqın varlığı, sənin varlığına bağlıdır dilim.
Çox sağ olun. Mən işi ləzzət apardım. Allah sizin hamınızı sağ və səlamət eləsin. Hər zaman ana dili günü bəlkə bu şeiri eşidək və hifz eləyək və bəsləyək ürəyimizdə. Xanım Döktür Məhnaz xanım bizə qatılıb, nə gözəl ki, dəvətimizi qəbul elədi. Xanım Döktür bir iftixar verəcəklər, bir söhbət eləyərlər. Eşidək Xanım Döktür, sonra Mike Dayet eləyək. Ay Döktür Rəhmaq Bayrağı. Xanım Döktür buyurun. Salam ərz edirəm, əziz Kimya xanım, esteyizdə olan və audiensdə olan hər kəsə. Ana dilini öz növbəmdə çox-çox təbrik ərz edirəm. Günü olsun ki, bu gün day biz bu həsrətləri ki, ana dilimizdən, öz dilimizdən uzaq qalmışıq, yaşamayaq. Gün olsun ki, bizim dilimiz, hüviyyətimiz, kimliyimiz, hər bir şeyimiz var olmasına daha zorluq çəkməyək və onları tam anlamı ilə yaşayaq. Kimya xanım, mən eğitim sistemində olduğum üçün ən böyük ayrımcılığı uşaqların haqqında gerçəkdən bu dildə görmüşəm. Nə cür farsı dilini məsələn 4, 5, 6 yaşında uşaq başarmayanda bunlara ixtilal-i yadgiri, yəni öyrənməyin ixtilalı və ya bunlar yaxşı öyrənə bilməzlər deyə bunlara bir label və bərçəsb yapışıbdı. Və bunun üzərindən, bunların üzərində qəzavət olunubdu. O sistemdə olduğuma görə hər zaman qabağını almışam, nə qədər əlimdən gəlib və o dağılmış etimad be nəfslərin, özgüvənlərin, o gözlərində görünən, anlamayan, yəni nə oldu deyə, mənim başıma nə gəlir, bu niyə belə deyir, bunun niyə qaşqabağı var, bunları uşaqların, o kiçik uşaqların gözündə dəfələrcə görmüşəm. Və haradan ki, əlimdən gəlib çalışmışam ki, o yıxıldığı özgüvəni bir ayrı yollarla tərmim eləyəm. Hətta uşaq var idi ki, sırf farsını yaxşı başarmayıb deyə, yəni səncəşdə, o zaman ki 6 yaş olur, bunu aparırlar səncəşə və əvvəli ibtidai eğitiminə qoysunlar, klasına qoysunlar. O zaman bunu bu ixtilal-i yadgiri adına uşağı məcbur eləyiblər bir dəfə də əvvəli oxusun. Bizim hamımız bir cürə ayrımcılıqlar çəkmişik, təbizin içində yaşamışıq. Ondan sonra hər cürə təbiz və insani kəramətimizin yerinə yeksan olmağını tək-tək yaşamışıq. Amma uşaqlara bunu yaşatmaq cinayət kimi bir şeydir. Uşaqlara bunu yaşatmaq o gələcəyi məhv eləməkdir. Hər türlü bunların həm öz sərnişinlərində və inanclarında əsəri olur və həm gələcəkdə bu uşaq hər halda bir insani sərmayədir o topluma və oradan da asib dəyir. Amma bir cümlə də ərz eləyim, ərzimi bitirim. Zəhmətlərin əsasında Azərbaycan Milli Hərəkəti olsun, təşkilatlar olsun, bireysel insanlar kimlik və hüviyyət və tarix, mədəniyyət, dil üzərində çalışanlar ki, bu Azərbaycanda çalışırlar. Onların zəhmətlərinin sayəsində bu son günlər bəzi konferanslara qatılmışam ki, universitetədir zaten və çox akademik alanda, özəlliklə də məsələn su konusunda, Urmu gölünün konusunda ki, tamamən bilimsel olaraq bu sunur onu hocalar. Orada görmüşəm ki, həm türkcə bunu iraə verirlər. O ustadlar ki, dünənəcən heç bunlar bilmirdilər ki, türk yəni nə mənə, özləri türk olaraq. Və həm bəzən ki, başarmırlar, yəni bizim bilim dilimiz təəssüflə öz dilimiz olmadığı üçün utana izin alırlar ki, icazə versəz mən üçün başarmıram bu bilim dilində türkünü, ona görə icazə versəz farsı iraə verim, yarı farsı, yarı türkçe. Və bu gerçəkdən çox böyük bir müvəffəqiyyətdir, böyük bir onurdur və məncə bizim insanlarımız bunu anlayırlar və o içəridən fəxr duyaraq bunu
Mən hər zaman görə bilirəm ki, həm bu Z kuşağında və həm ondan öncədəkilərdə yavaş-yavaş yaranır. Gün olsun ki, inşallah bizim e, hər varlığımız dəyərli olaraq fəaliyyətə yetsin və inşallah o günləri də görək. Çox sağ olasınız. Üzr istəyirəm zamanınızı aldım. Siz də çox sağ olun, ürəyinizə sağlıq, xanım Döhdür. Çox gözəl söhbət elədiniz. Allah sizi millətimizə çox görməsin. Ay Döhdür, Rəhim Ağbayraq, bəlkə bir çay içdiniz, istirahət elədiniz. İndi biz sizi, bəli, buyurun Ay Döhdür, sizi eşidək, buyurun. O iş indi Pəhləvi ya Bastancəralar onun üstündə dayanıblar, o numatların üstündə dayanıblar. Biri Şir o Xurşid, Əslan və Günəşdir. O birisi numatlar ki tanısınız. Biri Horos'dur, yəni bir qırğı ki ayaqlarında iki dənə quyu saxlayıbdır. Bu Misrin sembolüdür, kitabların üstündə gəlibdir, çaşılarda, duvarlarda, hər yerdə. Hala bir dənə bir baləcə, bir 3-4 santlıq bir çaşı da gəlibdir. İndi hardan gətiriblər, Pəhləvi zamanı gətiriblər. Bir dənə baləcə bir abi bir çaşıdır. Bunu gətiriblər burada Təxti Cəmşid deyirlər, o qismətdə tapıblar və deyirlər bu bizim numadımızdır. Yəni bu çox gülməlidir. İkinci numad Ayət Təğizadə, o da manqurtlardan idi, savadlı manqurtlardan idi Azərbaycanın. Kavə məcəlləsinin üstündə bir bayraq içəkdir ki, üstündə səlib Yunani deyirlər. Əlbəttə bu Məsihiyətdən qabaqdır. Demək olar Mələki İngilistanın tacının üstündə də vardı və onların pullarının da üstündə vardı. Tamam şunatında vardı. Bəzi aryaçılar, bəzi pəhləviçilər, Bastancəralar, İranşəhrilər bunu nüma götürürlər. Bəziləri gətirirlər Şamaş ya həmin Otoy Sumeri, günəş sembolü ki, iki qanatı vardı, bir dənə kişi də onun vəsətində. Bunu deyirlər Əhura Məzdadır və boyunlarına da bunu salırlar. Qafil az bu işi o minlər il Azərbaycanda da var idi, bizim möhürlərimizdə də var idi, Manna təməddünündə, Akitdə də var idi, Sumerdə də var idi, Aşurda da var idi. Sonra bir dənə də o Təxti Cəmşid ki deyirlər, əlbəttə Təxti Cəmşidin orada söhbət eləmişik. Orada demişəm ki, o mixi xəttlər ki yazılırlar, daşın çatdağına yetişəndən sonra atdırlar. Və bu isbat edir. Yəni bunun qabağında heç kəs indiyəcən bir söz deyənməyibdi ki, bu isbat edir ki, o xəttləri ki, Həxamənişi deyirlər, sonradan artırıblar. Ora bir Aşuri, bir qismətin Yunani, yəni qarışıq bir zatdır. Məsələn, daşlar aşağıda bir Yunani məbəd vardı, oradan gətiriblər üçün, sütunlar oradan gəliblər, numatlar hamısı Aşurudular və biz bu morda söhbət eləmişik. Pəs çe bu Otoşamaş Sumeri və Akedola چه bu kaveh آقای تگیزاده و çəlipanı gətiribdir. Ya Horusola bunlar İranın nümat deyirlər. İranın öz nümatları var. Çünki bunlar rişələri ilamıdır. Çünki bunların rişələri Cirovda qeydir, rişələri Azərbaycana qeydir və o istimar qərb nəqşeyi ki İrana çəkib bərnaməsində görə o دوره ki qunc idi, qaranlıq idi, Həxamənişi ad qoya və onun üstündə işləyərlər və dastanın neçə cələsə danışmışıq, ona görə bunlar nümadə ediblər. Və cəlib budur ki, bir nümadır ki, yergöy bilir ki, bu Əslan və Günəş Azərbaycanınkidir, İran türklərininkidir. Bunu özümüzə qarşı, yəni istir mənim haqqımı dansın, istir məni tohin eləsin və bizi çaladan bir quyuya salsın, indi gətirib onu özümüzə qarşı işlədir. O zaman ki Sumerdə biz görürük innana ya ennənə ki bu gəlir sonra iştar olur əkiddə və sonra gedir bu Yunanda star olur, ulduz mənasında indi star deyirik və gəlir farsda sitarı olur star və o ulduz mənasındadır farsda da. Biz əgər onların pullarına baxsaq görürük bir dənə əslandı, üstdə də bir dənə ulduz vardı. Amma həman ilahə gəlir Urartuda Xalidə olur, qaldı. Və həman nümat gəlir Azərbaycanda da vardı, həman nümat Əkiddə də vardı və hətta İlamda da vardı. Məsələ budur. Mən baxanda görürəm bu İnnananın belində oxlar vardılar. Nə mənən oxudur? Günəşin oxlarıdır. Bunu təbqə onların yazdıqları və fərhəngləri Sumerin
Günəş tanrısı o oxları vurardı aşağıda qəzavət üçün. İndi orada o zaman ki İnnanı ayağın qoyubdu şerin üstünə, Əslanın üstünə, bu oxlar ondadılar. Günəşin oxları ondadılar. Yəni bu ilahə o günəşin oxları ilə Əslanın üstündə vardı. Gəlir yetişir, ta yetişir məsələn Cami Həsənlilla 2800 il bundan qabaq. Biz elə orada da görürük ki, bunun bir ilahi oturubdu bu şerin üstünə, belində də svastika deyirlər, mehri gərdun deyirlər, bilmirəm çəlipa deyirlər, hər nə mənə deyirlər. Haman əlaməti ki Hitler işlədirdi, əlaməti nazist məsələn deyirlər buna, səlibi şikəstə. O da əslində Türk fərhəngində ona yer tamğası da deyərlər və qurd tamğası da deyərlər. Yəni iki dənə adı vardı. Məsələn Qəzzaqistan tərəfində ona qurd tamğası deyərlər. Qurd da günəşin sembolüdür, mezomorfudur. Amma sonra gəlibdi, çün bu heyvanları zad yeyirdi, maldavarı yeyirdi. Bunu gətiriblər günəşi Aslanla Azərbaycan tərəfində ümumətən. Çün bizə deyirlər, Sibiri tərəfində şer olmaz ki, Aslan olmaz ki. Azərbaycandakı olar və bu manna zamanında ki, bu çəkiblər. Kasalar vardılar yağlamaq üçün, butları yağlardılar da ağacdan olardılar. Kasalar şerdəndirlər, Həsənludan tapılıbdı. İki dənə şer, bir dənə bürüşün üstündə durublar ayağa. Bunlar ki deyirəm 3000 il bundan qabaq friz olublar, yəni Həsənluda. Yəni ondan qabaq bunlar düzənliliblər. Çə turuklar dövrəndə cürrənələr, çə qutlar dövrəndə cürrənələr. Amma mannalar dövrəndə Azərbaycanda tapılıblar bunlar. Çünki Azərbaycanda turuklar, sonra qutlar, sonra mannalar. Hala hurular da bir bəxşlə ki Suriyədən çəkilirdi, onlar da var idilər. Amma mən məsələn budur ki, şeir bəs burada var idi. Acılarımızda var, möhürlərimizdə var Azərbaycanda. Və Həsənlu caminin üstündə bu ilahə, gözəllik ilahəsi oturub burada. Bir ayna da əlindədir. O zamanın aynaları da parıldatmış misdən, bürüşdən olardı. Ki nümunələrini də bastanşünaslar tapıblar. Bir dəstəsi var, girdədir. Və bunu da cəlib budur ki, bir nəfər gəlmişdi direktimdə, mənə yazmışdı ki, indi də bizim kətlərdə gəlin gedəndə bu ayna qabağında tutarlar. Çünki mən nəqqaşlarda görmüşdüm 100 il bundan qabaq, 120 il bundan qabaq. Amma bilmirdim ki, hələ indi bu qalır. Mən dedim və o zaman məsələn Azərbaycanda var idi. Pəs bu ilahi ki, gözəlliyin istir görsün, öz gözəlliyin aynada və ondan təsir alsın, etki alsın. Bu o Cami Həsənluda, Qızıl Bardaqda vardı. Günəşin üstündə bəs bu ilahə vardı. Sonra siz baxsınız, görürsünüz ki, bu vaxtı Səlcuq zamanı Tazaşdan çıxır, o Fitrət dövrənindən sonra Səlcuqlar türküdülər. Bu şerin qaş gözü vardı, gözəllik çatmaq qaşlardılar, kirpikli bir dənə gözəl xanımdı bu günəş. Əslində də o zamandır ki, günəş o cinsiyyəti əvəz olur və xanım olur. Çünki ondan qabaq müzəkkər idi. Biz baxırıq görürük, qədim zamanlar günəşi müzəkkər biliblər türklər. Və biz sonralar görürük ki, bəli, bu Səlcuqlar pulların üstündə bu şir u xورشید ki deyirik, bunu işlədiblər, İlxanlar işlədiblər, ta gəlib binə. Amma Pəhləvi də bu qaş gözünü siliblər. Yəni bu ilahi ki, gözəllik idi, günəşin oxlarını tutmuşdu. Haman ənnənə ki, Sumerdə var idi oxlarından 5000 ildir sürünüb gəlib bura, indi olub bir dənə bayraq faşistlərin əlində ki, Türkiyə heç mövcudiyyəti, heç hüviyyəti qail deyirlər, özümüzə qarşı bunu işlədirlər. Əziz cavanlar, vaxtı bunu eşidirsiniz, sizin hətta-əqəl vəzifəniz budur ki, bu mənim bu danışığımı yoldaşlarınıza göndərəsiniz. Heç olmasa bilirəm, bir iki qrupda varsınız, famildir, dostdur, həmsayadır, saxtumandır, hər nə mənə. O qruplara bunları göndərin, qoyun yoldaşlarımız ayılsınlar. Həssas ləhzələrdəyik. O yazmışdı, calibdir, yazmışdı burada həmsaylarımızın biri camlarını silir bayrama görə, biri də çəsb yapışdırır bombarana görə. Yəni onda o ümidi ki, heç də dolmayacaq elə bu cürdür. Onda bu iki hər ləhzə bu yergöy dəyərə bilər. Biz də bilmirik nə cür olacaqdır. Amma əziz yoldaşlar, əgər bir ləhzə bir ittifaqı düşsə, qoyun yoldaşlarımız bilsinlər kim kimədir, nəyin nəsidir və bu bulanlıqdan balıq tutmasınlar. Bu bizim şir-u xورشیدimiz. Amma yetişdik bir yol Şah Abbasa.
Mən Şah Abbası istəyirəm bu günlərimə hər nəcür lunandı, ələyağın yığam. Yəni bir şahdır ki, mənim gözümdə o belə dəyəri yoxdur ki, mən buna 5 cələsə vaxt qoyam. Elə 2 cələsə də çox oldu buna. Şahı ki, dedik tamamı bidətlər, tamamı oyunbazlıqlar, tamamı müşkilat bunun dövrənindən başladılar. Səbəblərini də dedik. Və mən bu günlərimə bunun xarakterin Şah Abbası kəbir deyirlər, be xatir bu ki, böyük xidmət eləyibdi Avropalılara, böyük xidmət eləyibdi Məsihiyyət, Qərb dünyasına, böyük xidmət eləyibdi Türkün əzmağına, Türk dilinin aradan getmağına və böyük xidmət eləyib riyakarlığı şərqidə rəvac vermə. Ona görə bəli, buna Şah Abbası kəbir deyərlər, Kuruşu kəbir kimi. Amma heç də kəbir deyil. Baxın, mən sənədindən danışıram və təəssübümüz də yoxdur tarixdə. Nə mənim familiyamdır Şah Abbas. Məsələn, Şah İsmayılı tərifləyəndə mənim familiyam deyil. Müzəffərəddin Şah o belə təriflədi. Əslən mənim familiyam deyil bunlar. Heç nisbətimiz də yoxdur. Tarixdə biz bunları düz baxaq və narahat da olmayaq. Vay türkdür bu cursuna deməyək. Türk olur olsun, fars olur olsun. Tarixdə gərək təəssübsüz danışaq. 1020 Hicridə Novruz idi. Düşmüşdü Məhərrəmə. Cümə 6000-sinə düşmüşdü Məhərrəmin. Gedir əzadarlığa Şah Abbas. Şahsı vaxt Zeydə çıxartmışdı. Vaxtı oradan qurtulur İskəndər bəylə gedir Nəqşicəhana, bağı Nəqşicəhana. Orada yazıb tərh cəşn ali əndاختند. Yəni bir dənə gözəl bir orada qurultayı bir cəşni tuturlar və orada o toyda yeri bəzəyiblər. ساقیان سیمین ساق به جرعه های رواق nişat əfzای məclisiyan gəşdi. Yəni o xanımlar gətirirlər, bunlara mey verirlər, içirlər. İndi mən işim yoxdur. Şah Abbas söyür, əzadarlıq eləsin. Baş yarır yarsın, içsin. Mənə rəbti yoxdur. Mən əmakinzat da deyirəm və ayrı bir işdə görmərəm. Amma məsələ budur. Nifaq var bu adamda. Yəni həman gün gedir, həm əzadarlığa, həm gəlir məclis qurur, toy tutur və içir. Nimə Ramazan 1017-də ki, müsadif olubdu Kirisməsi 1608-ilə. Uləmai ruhani ilə bütün ləşkər, kişvər hamısını yığır, gedir katoliklərin soğməsinə İsfahanda. Orada deyir ki, bu şərabı gələ imtahan eləyək, görək nə mənədir. Ramazan günü, oruçluq ayında şərab içirdir bunlara. Gürcüstanın əmiri Doğuz yollayıb, Doğuz da haramdır, millət söyməz ki, İsfahan ətrafında bu saxdırdı. Onlara gətirir. Da bir cür olur ki, bu uləma şikayət edirlər. Yenə də işim yoxdur, içir içsin, içmir içməsin. Amma bunda nifaq vardı. Niyə? Baxın, Səfərnamə Antonio Dugua, səfahat 498 ta 503 və Tarixi Keşişan Kremlit در İran, cildi 1, səfahat 93-94-də. Bunu təvsif eləyib əslən bu kilisəyə getməyə. Bir illikdə bunu eşidək, qəzavət eləyin ki, bu adam şayəstəyi ehtiram deyiyor. Bir, başmaqlarını deyir çıxartdı, ehtiram qoydu, kilisəyə girir. Hər yerdə də biz ətrlər, xəmirlər ki, müəttəridi yandırmışdıq, hər yerdən gözəl iylər gəlsin və əvvəl çox diqqətlə nəqqaşlara baxdı. Həzrəti Məryəmin, Həzrəti İsa'nın nəqqaşlarına baxdı. Sonra uşaqlar, erməni uşaqlar avazı oxudular. Baxdı gördü bir burada parça vardı Həzrəti İsa'nın timsalinin yanında. GHS yazılıbdı burada. Dedi bu nə mənədir? Caesar Huminium Esluator. Latincadır, mən bilmirəm. Mənisi Həzrəti İsa nicat dəhəndi bəşəriyyətdir, qurtaracaqdır bəşəriyyəti. Dedi ki, dəvatla mürəkkəblə kağız gətirin, qələm gətirin və bunu yazdı, 2 qəttədi qoydu qəlbinin üstünə. Və biz bilirdik ki, bunu yazan keşişidir, keşişdir, Məsihidir yazıbdı. Deyir ki, bunu bilirdik ki, o səlibi ki, qəlbinin üstündə saxlayır gizlincə, bunu da qoydu onun yanına. Müftünü də, qazını da məcbur elədi şərab içsinlər. Və əyildi mənə dedi ki, get papa denə ki, mən oruçluq ayı bunlara əraq içitdirdim. Biz də təşəkkür elərdik ki, bizə kilisalar düzəldir. Və dedik ki, bizim millətimizin duası ilə elə siz hər yerdə gedirsiniz, savaşlarda utusuz. Və bu çıxanda Əli ilə də bir səlib çəkdi. Və keşişlər fikirlərdilər ki, bu lap amadədir ki, da Məsihiyyətə gəlsin. Mən hərdən bir şək edirəm ki, bəlkə elə bu gizlincə də Məsihi olmuşdu. Bunların hamısı film idi və vaqəən Məsihi olmuşdu. Çünki nəticəyə əməllərinə baxırıq da.
Axırda da nə oldu? Rudelf 2000-ci Rudelf Osmanın imperatorluğu ilə sülh edir, barışır və bu Təbrizdə o keşişlərə deyir ki, mən elə əvvəldən gərək bu naqusları sındıraydım, kilsəlazı gərək yıxaydım. Nə mənə verdiniz, mənə vədə idi, Sultan Naz vədə verdilər. Və o tarixdən o hələ də bu keşişləri qəbul eləmədi. Ya məsələn baxırıq ondan sonra görürük 1019-da o zaman ki Kürdistanda Dəmdəm qələsini alırıq, qızılbaşlar gedirlər, ora alırlar. O ənvalın içində bir dənə daha çox bahalı bir təsbeh var idi və onu yollayır Gürcüstanda, oranın da keşişi çox ali bir məqamı var idi. Ora və bu beyti oxur. Təsbih xarici ki nə bər zikri Heydər است در گردن سگان جهنم طناب کن. Yəni bu həddə çönürəm. Və ya məsələn 1023-də o zaman ki Gürcüstanı alırıq, oranın kilsələrin əğləbini orada məscidə çevirir. Yəhudlarla da yaxşı dəydi, amma keçən cələsələr dedik, heç əslən be heç ünvan sünnilərini yaxşı dəydi. Hər Yəhudla keçinirdi, onlara demişdi ki, hər Yəhud müsəlman olsa 4 dənə tümən verəcəkdi. Tüməni də deyəcəm bu günərimə. Vəli məsələn o eşitmişdi ki, onlar xaç Həzrəti İsa'nı xaça çəkdi, səlibə çəkdilər, mıxladılar əllərin zadın. Ona görə bir acıq, tənəffür var idi və pis baxardı bunlara ki, bunu da tarixi fəlsəfi, Ayə Nəsrullah fəlsəfi səhifə 549-da yazıbdı. Niyə bu ittifaqlar düşür? Yəni siz fikirləyirsiniz ki, nə dəlillə görə Şah Abbas bu belə Məsihiyyətə yaxındır? Gəlin qeydaq 1007-1008-ə. O zaman ki برادران شرلی iki gərdəş şirli 25 nəfər bunlar heyətlə gəlirlər İrana. Biri Antoni Şirli idi, biri Robert Şirli idi. Bunlar şayad adlarını eşitmisiniz. 16-cı qərin yəni axırıncı ilində bunlar İngilistan idilər. Biz bilirik ki, bunlar Portuqallılarla savaşdılar. Şah Abbası çox qəhrəman ellər ki, Cəzirə Hormuzu qurtardılar, Bəhreyni qurtardı. Yox, bu ingilislər idilər ki, o zaman Hindistan və İranı müstəmir edirdilər. Aram-aram gəlirdilər həm tarixsaziyə, həm gəlirdilər o dastanı ki, Pəhləviyyədən idamə tapdı, onu qursunlar, onun binövrələrin qursunlar, Həxamənişi o bunları. Bunlar Oksforda dərs oxumuşdular. Əslində missioner nizami idilər, yəni militari idilər. Bunlar İspaniyanın, hətta Hollandın savaşlarında da şirkətləri vardı. Sonra İtaliyaya getmişdilər. Sonra Kont Eskes demişdi ki, get İrana. Yəni bunlara demişdi get İrana. Çox mühümdür ha. Baxın dəqiqən mən Nəsrullah Munşin səhifə 753-dən bu oxuyuram. Robert Şirli ilə Antoni Şirli yolladı Şah Abbası tərğib eləsinlər, cəng eləsin. Osman dövləti ilə, yəni türkün canına salsın. Şimdi Osman elə bizə deyirlər ki, Osmanlılar belə elədilər, nə Osmanlılar elədilər. Osmanlı elə həmin Səlcuqiyan kəsridir. Səlcuqi kimdir? Azərbaycanın üst tərəfi, aşağı tərəfində olan qovumlar idilər. Biz Səlcuqlar bəhsində dedik. Və müsəlmanların arasında bu şəkildə ixtilaf salırlar. Və deyir ki, ittihad eləsin İsəvi məzhəb Urpanın ölkələri ilə. Bizim müsəlmanların bədbəxtçiliyi o zamandan başlayır. Sonra qərb təməddünü ilə gedir sürətlə qabağa. Biz hey gedirik bu cür Əşaya, Qacariyyədə, Əfşariyədə. Onlar pişrəft edirlər, biz pəsrəft edirik. Yəni o zaman əslən binövrə demək olar mini hicridən məsələn başladı. Mini 7-8-də də ki bu şeirlər gəldilər. O Allahverdi xan ki dedik bu da erməni idi, vəziri bizim difamız idi məsələn, bizim vəzirhay difa keçən seyir dedik ki, hamısı bunların müsəlman olmayıblar, hamısı Məsihiyyətdən intikhab eləyibdir Şah Abbas. Bunları funun cəngi ilə tanış eləyirik və Hüseynəli bəyi ittihad üçün Urupaya göndərir ki, getsin orada Osmanın əleyhinə məmur idi, getsin ittihad eləsin İtaliyada və bunu kim göndərir? Elə Antoni Şirli ilə bahəm gedirlər 1581 miladıda. Robert Şirli qalır və burada savaşır. Biz görürük ki, bu elə əğləb savaşlardadır ki, Osmanlılarla var. Çünki Osmanlı gedirdi ki, İslamı yaysın və türkçülük də gedirdi, Urpanı alsın. Burada gəliblər bir dənə türklə başara bilər, bunu salıblar bir-birinin canına. İxtilafı məzhəbi salıblar, bundan istifadə edirlər. Mən sənət deyirəm. Məsələn 1013 və 1014-də 3 dəfə hətta məcruh olur, yaralanır savaşlarda. Osmanlılarla cəng edir və buna qızılbaşların tacın verirlər və libas-ı İrani giydirirlər, paltar giydirirlər.
Pietro Della 999 hicri 1586-da Pap öz məqərrindən şəhri Romdan bu göndərir İrana. Bu da ayrı məmurdur. Yəni bu məmurlar gəlirlər, müxtəs bu işi bu türklərin arasında, bu İslamın arasında ixtilaf salsınlar. İtaliyadan gəlir, 30 yaşı var idi. Səfircinə 759 Munşidən mən bu deyirəm. Deyir ki, onun əsli mənzuru Şah Abbasa xidmət eləmək və İran sipahının Osmanlı türklərin qarşısında təchiz eləmək idi. 5 il bu adam şahla ayaq olur. Yəni bütün savaşlarda, bütün dolanmaqlarda, gəzməklarda, şikarda, təfrihdə, toylarda hamısında bundan biri olur. Və 1030 hicrdə, 1631 miladda İsfahandan Şiraza gedir. Söz burdadır. Təxti Cəmşidin yolda xarabələrini görür. Ki onda ona Təxti Cəmşid də deyərdilər, Çehil Mənar da deyərdilər, Çehil Sütun da oradan gəlibdi. Bilməzdilər, deyərdilər ki, bir dənə əfsanəyi bir bizim Cəmşid adında, özü bilirsiniz, Cəmşid adında bizim bir şahımız yox idi. Bu bütün əfsanələrdə fəqət gəlibdi. Deyirdilər, bura Təxti Cəmşid deyil, o zamanda da bu ad qalıbdı onun üstündə. Və bu səfərnaməsində gəlir yazır ki, bura mən inanmıram ki, Təxti Cəmşiddirlər. Bunlar Parsların qədim tarixidir. Sasanilərdən də qabaqdır, İslamdan da qabaqdır. Çox qədimdir. Və bir məsələn baralar da var bu səfərnaməsində. Deyir ki, burada 3 cürə xətt var. Biz bilirik ki, orada fəqət bir cürə xətt var ki, Əkedi də var, İlamı da var. Deyir burada 3 cürə xətt vardı. O harasında o Təxti Cəmşidin 3 cürə xətt var? Ya bu o qədər məsələn savadlı idi ki, xətt mixi oxuya bilirdi, bilirdi ki, bu İlamıdır o xətt mixi. Elə məsələn mən indi ərəbi əlifba ilə yazıram. Bir nəfər də məsələn Japonlu gəldi ki, bu farsıdır, türküdür ya yox ərəbidir. Hamısı xub ərəbi əlifba ilə yazılıbdı da. O bilməz ki, o elə bir növ xətt bilər. Amma pəs burada bir məsələ varımızdır. Məsələ budur ki, bu o zaman o binövrəni qoyur ki, bunun gərək türklə və ərəblə mütəfavit bir tarixi ola İranın və bu nə qəşəng məhmildir. Və hətta biz görürük sonra 1033-də Hindistana gedir, sonra təzəşdən Roma gedir 1652-də və orada ölür 1652 miladıda. Kitabın adı nədir? Tarix-i ستایش‌آمیز Şah Abbas Padşah İran 1631-də miladıda Parisdə çap olur. O eyni bizlərə tay, yəni qızılbaşlara tay, səqqəlin vurur, buğların burma eləyir və hətta şayət demək olar ilk kapitulyasiyonu bu yerində qoyur. Bu heç xaricəlik hesab ediləməyəsiz, o sizi vursa, öldürsə də sizin şahınızı öldürsə də siz onu itin öldürəməzsiniz. Niyə? Dastan bu idi ki, bunun xanımısı bir günlərimə çadır örtür, gedir Kaşanın bazarında tamaşa eləsin də, o bazarı görsün. 2-3 nəfər də bunun yanında gedirlər. Bu xanıma bir nəfər tənə vurur. Bu xanımın adamları gedirlər, onların yoldaşları ilə dava edirlər, hətta birini də öldürürlər. Axşamısı bu ağa Pieter de Laval durur, gedir o Darğanın məsələn yanına. Deyir ki, gəlməmişəm burada ki, mənim adam namı hamısam tənbih. Gəlmişəm o adamlar ki, mənim adam namı vurub, onlara tənbih eləyəsən və onlara cəza verəsən. Yəni bu həddə üzlü. Ki, şah onu yazıbdı, tarixdə yazıb, hər zaman görərdi, qışqırırdı ki, xoş gəldin, səfa gəldin və çox söyərdi bunu. Bu cür məmurlar gəlirlər. Biz baxırıq, görürük, Şah Abbas əvvəl hakimiyyətə yetişəndə Sultan Murada hədiyyə göndərir. 1500 dənə at göndərir. Ki, bunlar 999 Hicridə varid olurlar İstanbula, şah qəşəng onlardan pəziralıq edir Sultan Osmani və peyman bağlarlar. O peymanda Təbriz idi, Azərbaycan Bakısı idi, Ermənistan idi, Şəki, Şirvan, Gürcüstan, hətta Lorestan Osmanlı toprağı olur. Ki, bu eləyə bilərdi Nadir Şahla, onlardan alsın Nadir Şah kimin. Nadir Şah müsalihə ilə bunların çoxunu aldı da, namə yazdı, dil tökdü, hədiyyə göndərdi çoxunu. Savaşı az oldu, bərxəlaf bir ki, Şah Abbasın var idi və onları əslən Səfəvilərin Osmanlılarla savaşı çox oldu. Biz görürük ki, əvvəldə bu cür gedir, amma elə ki, onlar gəlirlər, batırlar bura, bunu təhrik edirlər, daimən bu Osmanlılarla savaşır. Bu bəs Osmanlıların dəlili bu idi. Amma bu fəqət mütəzzat şah bir məniyə bu ki,
mutəza şahidi fəqət məzhəbdə və əqidədə bu cursuna deyil. Ayrı bidətlər də var idi ki, mən 3-cü bölümdə deyim. Çox sağ olasınız ay doktor. Ürəyinizə sağlıq. Ay Çaban da bir eşidək bu mövridlərdə. İnşallah ki, maykları yaxşı olur. Ay Çaban, buyurun. Salam, yorulmayasınız. Bunu deyə bilərəm ki, bu günlər kamilən müşəxəs olubdur ki, Təxt Cəmşiddə olan sütunlər və səngnevişdələr ki vardı. Bunları bu şehrin yaxınlığında 2 dənə şəhər var ki, bu gün xərabələri qalır və bu Əbbasi dövrəsində, yəni Xulafay Əbbasi dövrəsindəcən bu şəhərlər abad idi. Bunların beyslah məscidlərindən və qəbristanlıqlarından bu daşları yığıbdılar və gətiribdilər, Təxt Cəmşiddə döşüyübdülər və o oyunu orada çıxarıbdılar. Siraf 2 dənə şəhərdir ki, bu şehrin yaxınlığındadır və bir də Şuşlərin bir qədimi məscidi var idi, tökülmüşdü ki, onun beyslah kəf daşların oradan gətiribdilər, Təxt Cəmşiddə döşüyübdülər. Əlbəttə bir dənə cümlə deyə bilərəm ki, موقعی ki biz gedirik beyslah Turatın təfsirlərinə baxırıq, az cümlə məzamirə baxırıq görürük ki, Həzrəti Yaqubun beyslah 12 dənə oğlunun üstünə bir dənə də qızı var Tina adında. Və bu Tina o 4 dənə nənəsi ki beyslah biri xalasıdır, onlardakı kənizləridir ki Həzrət Yaqubun xanımlarıdır. Bu orada sərahətən deyir ki, mənim babam öz xanımların anlamır və beyslah düzdür, bunlara təfavüt qoymur, amma bilmirlər ki, bu xanımlar nə istəyirlər. Və mənim analarım ki, bu qırmızı çadırın kölgəsində yaşayıram, bəlkə anaya bunlar tapınırlar, ya beysa tapınırlar və ona ibadət edirlər. Və bu özü bir böyük mədrəkdir ki, bu çox beyslah qədimidir və faslara heç qurna rəbti yoxdur. Çox məmnun. Çox sağ olasınız ay Çaban. Doktor Əmbəy, sizi eşidək. Əlbəttə, mən bir dənə bu söhbətinizin içində bəlkə deyəcəksiniz, amma bu istirdim bu sual eləyəm ki, bugünkü ittifaqatda nə qədər Şah Abbasın o zaman o deyərlər vabəstəliyi oldu bu qərbə, nə qədər böyünə də bir bəlkə işarə eləyəsiniz ki, onun xətaları böyün İran nə cür onu der vaqa pəs verir də. Buyurun. Mən etiqadım budur ki, biri tarix bilsə, gələcəyi rahat bilər. Lazım deyil ki, biz pişqu olaq, ya məsələn gələcəyi bilən quy olaq, onun içərisinə baxaq, görək 5 gün sonra, 10 gün sonra, 1 ay sonra nə olacaqdır. Zamanın heç kəs dəqiq deyə bilməz nə olacaq, amma tarix təkrar olur. Şayad biraz gec, biraz tez təkrar olur. Əgər biz tarixdən dərs almasaq, haman başımıza gələcək. Şah Abbasda olan ittifaqlar elə bu günlərimizdə biz onlara çəkirik. Yəni o icazəyi ki verdi batılıların gəlmağına və nüfuz eləmağına və biganə pərəstlik ki onda vardı, o yol açdı bidətlərə. Şayət mən burada çox məsləhətlərə görə ki, bəzi adamların etiqadlarına toxunar, bəzi adamlar su bərdاشت edirlər, bəzi adamlar bilməz istədim nə mənə deyəm. Amma haman xurafat əğləb bizim inanclarımızda, günlük həyatımızda hamanlar Şah Abbas var idi. Bunlar əmlidirlər və idamə tapırlar. Yəni bu günlərdə idamə tapırlar. Bu günlərdə haman ixtilafı ki, İslam dünyasında istəyiblər yaratsınlar, onu benoy aparırlar qabağa və biz yaxşıdır ki, bu tarixi bilək, həm gələcəyi bilək, həm də o asibləri ki vardı, onları görək, onları qoymayaq təkrar olsunlar. Mən bu səbəbdən bu dərsləri verirəm ki, onlar ki, düşünən insanlardır və bu səsi eşidirlər, hətta əqəl bunları bilsinlər və bu şəkildə gedək. Baxın, məsələn, bidətlərdən nə mənədir? Xub, dünyanın hər yerində
kafe olar, insanlar gedərlər, orada kitab oxuyarlar, bəhs elərlər. Amma bir seri tənbəlxanalar bu yaratdı Şah Abbas. Çayxanalar, hələ çayxana yaxşı idi. Biraz nəcib insanlar gedərdilər. Taxt oynayanda bir daha da bir şətrənc oynardılar. Yəni bizim dünyalarımızda baxsaz, mən bir zaman eski şəhərdəydim, səhər başı gedirdim Türkiyədə. Gördüm şax şax şax. Elə məsələn bir dənə su səsi gəlir bir yerdən daşlara dəyir. Gördüm bir böyük məhəvvətə var. Uran meydanı Eskişəhərdə. O köhnə məhəllə yenəndən çönəndə əski oranın bir məhəlləsi vardı. Köhnə məhəllə deyirlər. Mən gördüm ki, çadırlar vurublar. İnsanlar çayı içirlər və taxt oynayırlar. Yəni orada soruşdum, dedilər ki, bunlar elə səhər gələrlər, gecəyəcən taxta oynayırlar bir-birlərindən. Fərz eləyin ki, 2000 nəfər adam idi, taxta oynayırlar bir-biri ilə. Bu bizi nəzrüsünə bu nəmə game də ola bilər, taxta da ola bilər. Bu çayxanalarda bu bidət qoyuldu. Becayin ki, insan kitab oxuya, becayin insan bəhs siyasi eləyə, nə iş görürdü? Səhər çağı əvvəlin adam bir dənə molla göndərərdi bura. Şah Abbas demişdi ki, orada hərdən bir siyasi, dövləti bir sözlər deyirlər. Bunu Tavraniyə yazıb, ha, Fərhansəvi səyyah. Ona görə ged orada məsaili dindən, tarixidən, biz dediyimiz tarixdən əlbəttə onları danış. Bu qəhvəxanalarda başladılar uşaqları oynatmağa, rəqs eləməyə. Gürcü, çərkəslər də zalibdir, bu da deyim. Çərkəslər özlərinə ədə deyərlər. Cəd pəsvəndidir, yəni cəmdir. Biz indi ədək işlədik, yəni bəməni insandır çərkəsi dilində və Hindistandan uşaqlar gətirərdilər. Bunlara xanım paltarı giydirərdilər, oynadardılar orada. Və şirəxana məsələn. Şirəxanalar bir dərəcə əşatər idilər bu çayxanalardan. Keçən seydə bunlardan söhbət eləmişdik. Ayrı mərahilin, məsələn, qəhvəxananın zadın tarixini demişdik. Biz görürük ki, şirəxanada məsələn adətlər ki, napəsəndidir cavanlarla, oğlan uşaqları ilə onlar orada rivac tapırlar. Orada tiryək çəkirlər. Səfərnaməyə Şarden cildi 2, səhifə 211 və 212-də deyir ki, 4000 nəfər fahişə xanım var idi, gecə qadını var idi İsfahanda, bir dənə şəhərdə. Ki, bunlar səbt olunmuşdu, maliyyət verərdilər. Və sonra deyir ki, təxmin vururam 12.000 nəfər olsun. Bir dənə cəmiyyəti ki, o zaman çox əşya ola bilərdi. Şəhərdə 12.000 nəfərlik ki, bunlar da məhəllələrə yer verməzdilər. Kərvansaralarda ya bəzi yerlərdə qalardı məhəllələr və o məhəllələr də o zamandan vücuda gəldilər ki, Pəhləvi zamanındacan ki, Xaki Sefid deyirdilər o məhəllə və Təbrizdə də burada Barnavada var idi bu cür məhəllələr. Bunlar bu məhəllələrə yığışdılar. Fəqət Ərdəbildə bu fahişəxanalar yox idilər. Nəsrullah Fəlsəfi səhifə 409-da deyir ki, məmulən o zamandan bahis oldu ki, bunlar rəqsə, ki biz mütrib deyirik, mütrib tohindir musiqi ərsəsinə. Musiqi ki, ilahidir, mənəvidir, insanın ürəyin aram eləyir, insana vəcd verir, hər nəmələ musiqi əsən mütənəvvi. Amma bu ki, fəqət onu gətirəsən qaş-göz hərəkəti ilə tumbək və dairə, bu ki, zilf muridlər vücuda gəldi, biz bir namı rəqsi, məsələn, Baba Kərəmi məsələn tanıyırıq, Şah Abbas zamanından moduldur. Yəni Azərbaycanın bu belə tənəvvülü rəqslərindən ki, söhbət elədik. Əl-üzür və gedir o birisi qismətə. Bunlar bir dənə otağı fikirdən pəs görürük, hidayət olurlar. Mən bir dənə də burada nəql deyim, Qəzal adında. Bir Qəzal adında erməni bir qız var idi. Qaşları qərə, kirpikləri uzun, gözəl, alnı uca, saçları uzun və mütrif idi, öz dili mutrib. Bu haman adamlardan idi ki, Arazın qırağında Zulfadan getdilər apardılar İsfahan Zulfasına, o ermənilərdən idi. Bu orada bətər məruf olmuşdu. Yəni mütriflikdə, çalıb oynamaqda, rəqsdə, əda verməkdə bətər məşhur olmuşdu. Əri də ölmüşdü. Və bir günlərimə Şah o zaman ki gedərdi, özü dolanardı atına məhəllələrdə zətdə bu Zulfadan keçirdi İsfahanın Zulfasında. Arvadlar da qaçardılar məmulən Şahı görməyə. Bu gözü düşür ona, özü də hiz şahı idi bu Şah Abbas, baxardı xanımlara diqqətlə. Gözü düşür buna, o seriallarda, Hollywoodun serialları kimi nə bir ürək, min ürək buna aşiq olur. Xürrəm Sultan filmi kimi və bunu götürür, aparır öz dərbarına. Hər səfər müsafirətdə, gəzməkdə bunu özü ilə aparardı. Məclislərində
çağırardı. Bu başlardı ki, zəyyarısınızın səhərəcən oxuyardı və oynayardı. İllər bu şəkildə در واقع شاه عباسın gizli sevgilisi idi. Yəni almamışdı, siğədə dərdi, kəbində dəyirdi. O 4 dənə əsl xanımısı ki var idi və 300 dənə zət də xanım idi ki, bunlar kənizlər idilər. Bunların heç birindən dəyirdi. Bəlkə bunun məşuqəsi idi bu cürsünə deyək. Ki buna ayəndə də şayad bir dənə Xürrəm Sultan kimi bir nəfər film cüriyə o zamanki bizim də əlimizdə bir imkanati ola film saziyə və bu tarixi filmlər bizdə bu şəkildə cənbəhایی ki cavanlar söyləyirlər fan şəklində cürüyə bilər. O zamanlar kilisəyə də gedərdi. Heç kəs də bu məlamət eləməzdi niyə getsən. 1032-də ki Şah Abbas getdi Bəğdada və Məşahid Müqəddəs orada dolansın. Orada da bu bizlərə də yaşdan düşürdü bala-bala tövbələr. Şah Abbasın gözünü uzaq görər, qərə paltar giyər, gedər girər kilisəyə də çıxmaz orada. Heç kəs bunu da tapa bilməz. Bir günlərimə şah ki neçə illər keçmişdi, dolanırdı İsfahanda, birdən bunu görər. Deyər sən qəzalsan, bu nə paltardır, giymisən, nə iş görürsən? Və bu başlar ağlar ki, mən günahkaram, məndən işin olmasın, Allah mənə qəzəb elər və bu aparar bunu dövlətxanaya, buna düyüdən, yağdan, undan yazdırar ki, mən ölsəm də, qalsam da buna həttəmən verəcəksiniz, divanxanadan buna verəcək. Heç kəs bunu hesab eləyə bilməz, bir söz deyə bilməz. Ta bu Şah Abbas diri idi, İsfahanda idi, amma Şah Səfi gələndən sonra iş üstünə bu Ermənistana gedir. Bunu da yaddaşt‌های درباره صفویه زکریای کشی صفحات 24 تا 26-da. Və cəlib budur ki, bu dastanı oxuyanda bir dənə də nöqtə mən gördüm. Miyaniyə yazmışdı qız şəhri. Bunun səhifə 340 səhifəsində yazmışdım, yəni qız şəhəri. Biz mən fikirlərdim Miyana hardan gəlibdi? Miyani. Miyana axı kamilən də farsıdır da, yəni orta yol. Biz gördük ki, bəs o zaman qız şəhəri, bilirsiniz qız şəhəri yəni nə məna? Yəni hər ilahi eşqə bağlanan qız qələsi, qız bilmirəm körpüsü, bunlar hamısı təqdim olardılar ilahi eşqə, Rəbbunnoy eşqə, bunlara qız deyərdilər və bu Miyanalılar həttəmən bunu eşitsinlər və bunu paylaşsınlar bu kitabdan. Yaddaşay dərbari Səfəviyyə Zəkəriya Keşiş səhifə 340-da bu gəlibdir. Bunu eləyə bilərlər, paylaşsınlar mənbəyi ilə. Amma ayrı bir sifətlər də var idi Şah Abbasın. Məsələn, Təzkiri Nəsrabadi səhifə 458-59-da deyir ki, quşbazlıq elərdilər. Şah Abbas zamanı bu modulda. Quşbazlıq indi siz şayət yadınıza gəlməyir, indi də yığılıbdı. Biz uşaq olanda hər məhəllədə o quşbazlıq elərdi. Əslən dəraməd bundan var idi. Mən özüm uşaqlıqda quşlara səngək doğrayardım nəğəd. Yəni biqariyə çəkilərdim hərdən. Ta bu belə doğramayınca gedə bilməzsiniz nahara. Uşaqlara bu cürsünə deyərdilər. Kulli məhəllədə hamı quşbazlıq elərdi və quşlarla quş tutardılar, aparardılar, gəzirlər, satardılar və oyunlar vardı. Baxın, xoruz döyüşdürmə o zamanla mənbəylə dedim ha, bu səfələrində dedim. Xoruz döyüşdürmə modulu, ayı oynatma. Bizim dilimizdə deyirlər ayı oynatma, elə oradan gəlibdi. Ox həmin ox ki fəlakın deyirik. Ox vurma o zamandan vücuda gəlib. Dəv oynatmaq, yəni bunları bir-birinə savaşa vadar eləmək ki biz deyək dəv oynasa qar yağar. Bu dəv oynatmaq o zamandan mod olubdu. Bunlar gəliblə tarixdə və biz görürük nə qədər pis və qeyri-insani, qeyri-təbii hərəkətlər və heyvanlara qarşı hərəkətlər hamısı bu dövrəndən rəvac tapıblar. Fövqəladə Şah Abbas xurafi, göyün ləşkərinə hər zadı bağlayan, ulduzlara bağlayan, yəni məntiqdən xaric bir şah olur. Nəsrullah fəlsəfi səhifə 419-da deyir, bayınki çox müstəbid idi, amma məhkum rəy münəccimlər idi. Ulduz tanıyanlar idilər ki, buna deyirdilər ki, bir müsafirətə səfərə getsin, getməsin, alsın, almasın, öldürsün, öldürməsin. 994-də əvvəl münəccim bunun Molla Cəlaləddin Məhəmməd Yəzdidir. Və çox bunu diqqət elərdi ki, bu inciməsin, bizzat olan tez ürəyin ələ gətirərdi və kimi hara hakim verək. Bilmirəm, hangi səfir qonaq çağırıb gedək ya getməyək. Bu görürsən bir də məsələn gəlir İsfahana, 3 gün hamı çıxıb bunun qabağını istiqbala, çünki şərh gərək gələydi bunun istiqbalına. Qalıblar yarı yaş altında, bu gəlmir ki, münəccim deyib hələ getmə. Amma bir dənə də dastan deyim burada. Siz bəlkə mənim yaşımda olasınız, bəlkə
Sultan Şaban filmin görmüşdünüz, serialını görmüşdünüz. Orada biz o zaman ki hələ çox məhdudiyyət və məhrumiyyət vardı, kanallar çox az idi televizyonda. Bir dənə serial verər televizyon. İndi baxıram görürəm çox zay bir serial idi. Valla o zaman bizə çox xoş gələrdi. Çünki heysiyyət yox idi. Dedim, meyvə olmayan yerdə idiyə qaqa deyərlər. Biz də ona fikirlərdik bətər serialdır. Və orada şah yerin bir dənə çobanla dəyişir bəraən ki ölməsin. Dastan bu idi kulli serial. Mən oxudum gördüm ki 1002-də به حکم Molla Cəlal Münəccim başı deyir ki, çün ulduz filan zaman gələcək, filan ulduzun yanında olacaqdı. O ulduza görə sən ölə biləsən. Gərək öz yeri və 3 günlük bir ayrıdam qoyasan. Və bu bir dərviş var idi. O şəhərdə Xusru dərviş deyərlər biləsən. Onun da dastanı uzundur ki, da tarix oxuyan ki, özləri oxusunlar. Və bunun 2 dənə məşhur şahidi var idi. Biri Yusif idi, Tərkişdüz. Biri də Kiçik dərviş deyərdilər biləsinə. O ki Kiçik dərviş idi, Şah Abbas bunlar hamısını bərxurd eləyəndə əvvəlcən gedərdi, bunlara kado aparardı, gedərdi, məşvərət alardı. Vəli gördü ki, də yox, bunun üzü açılıb 50.000 nəfər adamı vardı, hər ləhzə kudeta zad eləyə bilər. Başladı bunları bir yol öldürməyə. O Kiçik dərvişi gətirdi öldürsünə, o tiryək yeyər yolda. Öləndə də deyər, gedirik bir zaman o birisi dövrə qeydəcək. Da bilmirəm indi qeydib ya qeydməyibdi. Amma Yusifini ələ salır, gətirir və oturdur təxtdə, özü də elə qulamlar kimi durur onun xidmətində. Hətta bu Molla Cəlal da gizlənir, deyir ki, o bir ləhzə məni deyər, indi bu şah olub da, məni öldürün, cəbi ol. Yusifi Tərkişdüz olur şah. Şah Abbasın təxtində oturur 3 günlük amma. Elə ki ulduz gedir, Münəccim deyir ki, ulduz gedib, xətər səndən rəf oldu. Bir yol, o 3 günü də bir iş görmür ha Yusif. Elə cavanlarla, oğlanlarla məsələn zamanını keçirdirir. Və bu Yusifi gətirirlər, oxunan tirbaran elirlər. Bu da bunun dastanı idi. Fal tutardı. Hər iqdama fal tutardı. Hər böyük iqdama fal tutardı. Xoş gəldi, pis gəldi. Birdən məsələn, vay o zaman ki deyir ki, Əraq و فارس گرفتی به شعر خوش حافظ بیا که نوبت بغداد و وقت تبریز است. İndi yazıq adamlar ki, Hafizdən elə fal tuturlar və deyirlər, yaxşıdır, pisdir. Bu da bəs görürük ki, az Mali Xulyایی دیya, təvəhhüm دیya, xurafə pərəsti Şah Abbasdır ki, bu məmləkətdə model eləyibdir. Biz də elə hey hərzada, baba məntiq əgər sal təraza gör, mənfəəti nə mənə, zərər nə mənə, ged əncam ver. Amma bu ki hey bağlıyıq divanı hafizə o zamandan mod olubdu. İstixarə. Məsələn, axır cəlib budur. Axır istixarəsi də yaxşı gəlmişdi. Ki get Mazəndərənə. Getdi orada o havası rahat tutdu öldü. Noxuşladı öldü. Əgər dedi kələ təbib budi, səri xod dəvanımudi. Bu da əgər fikirəm ki faldan zatdan bir nəticə olsaydı Şah Abbas sözü alardı ki axırı Xuday bu xurafəgəri idi. Bu yolçupərvərlik də o zaman mod oldu. Axı indi bizim məmləkətimiz bilirsiniz də yolçupərvərliklə gedir qabağa. Bu yaranələr elə yolçupərvərlikdir bir cür sünəliylə. Bu kalabərcilər yolçupərvərlikdir. Yəni nə mənə? Məsələn mən indi 3 başam, gətirəm mənə 12 milyon tümən pul tök hesabıma. Mən əslən ağlıma girmir. Deyirəm bu 12 milyonla eləmək olardı ki, bir dənə məsələn 3 xanvadənin üçün yığasan, bir dənə risəndəki balacə dəstgah qoyasan, zorab məsələn toxuya bir nəfər. Bir nəfərə, 2 nəfərə iş düzürənən. Məsələn görün 2-3 xanvadə bucursunlar. Bir məmləkətdə nə qədər karxana vurmaq olardı, nə qədər zirbəna işlər görmək olardı. Verək millətə. Bamadur məsələn fərz edək 100 min tüməni olsun 200 min tümən. Axı nə mənədir bu? Haman Qacar da bu işi gördü, haman Səfəviyyə də bu işi gördü. Bu Şah Abbas zamanından bu yolcu pərvərlik ki, hələ də idaməsi vardı, indi də idaməsi vardı. Hakimlər ilə bu Qacar zamanı kimin, Səfəvi zamanı kimi gedirlər mütəəssifanə. Bu vardı, vaqiəti deyirəm, bilə hər kəs də narahat olur olsun, amma gərək dövlət tamam mənim etiqadım var. Yaranə. Əsən millətə hər yerdə pul versən təvərrüm gedər, bahalıq vücuda gələr. Ki Ay Əhmədin necə sağ olsun bunu bidət yaratdı. O dövlətdən başladı, indiyəcən daha da bunu yişdirə bilmir, hələ şirinləşirik. Olarius cildi 2 səhifə 639 çap lidində deyir ki, Şah Abbas gündə 3 dəfə saat 6-da, səhər 10-da, nahardan sonra 3-də kasıblara yemək verərdilər. Yəni ondan sonra da bu oğlu ki gəldi Səfi o zamanda təbil salardılar.
millət də Ərdəbildə bir tədad adət eləmişdilər. Yəni yolçuluğa adət eləmişdilər. Elə nahar olsun, səhər olsun ki, də orada pilonla ət verirdilər. Onları alaq yeyək, yolçuluqla da paltar alaq keçinək. Mən zahidəm, mən bilmirəm, sufiyəm, mən bilmirəm, dərvişəm. Hərə də özünə bir dənə bu pəni çörək eləmişdi dini. O dindən irtiza gəlirdi. Özü də hələ gedəndə Ərdəbildə holə bağlardı. İndi fitə bağlarlar, məsələn, Əli Kərimi kimin. Bir o fitə bağlardı, belinə pilot çəkərdi, aşpəzxanasında oran işlərdi. Və cəlib bir daha nöqtədə deyim biləcə, şayad gülməli ola. Bu çarşənbə sefidi model edilə bilmirəm. Ha zamandan model edilər. Axı bir zaman model eləmişdi. İndi də iş qutulubdur da, hamı elə baş açıqdır da iş. Baş örtülü görmürük ki biz şəhərdə. Vəli o zaman ki hələ baş açıqlıq mod dəyirdi. Çarşənbə sefidlə bunu başlamışlar. Nəsrullah fəlsəfi Səfi 1018-də deyir ki, çarşənbələri Şah Abbas ixtisas verir ki, hər kəs gedəcək o Allah verdi körpüsünə ki, Siyosepol deyirlər indi. Ya gedəcək çarbağa, niqabsız, üz açıq gedə bilər. Onda da niqabsız üzün aça biri, yəni üzü görsənə, ucu bizat olmaz daha o zaman. Yəni fərz edin ki, bu çarşənbə sefidi o zamandan sağ olsun Şah Abbas özü yola salmışdı. Sarı təqi, sarı təqi bizim Sarı Quluxanla məsələn az nəzəri məzacə ondan müqayisə eləyin. Ki adı əlbəttə Mirzə Məhəmməd Təqiyə Sarı Xacə idi, Sarı Xacə. Ki sarı yəni türk dilində, yəni zərddə, farsıda. Bu vəzir Məmmədxan Ziyadoğlu idi, Qarabağın hakimi idi. Cəlib budur ki, məsələn inhirafat əxlaqı bu cür hakimlərə gəlib ki, nümunələrin mən bu kitabdan 8 məqalə tarixi və ədəbi Nəsrullah fəlsəfi ilə bu da yazıbdı. Çap Danışgah Tehran'dı 1330 və 1330 şəmsi. Səfəhay 131 ta 151-də bunu yazıbdı. Yazıbdı ki, bu sarı təği özü dastanı orada uzundur. Fəqət bu deyirəm ki, bir cavanı məsələn aparmışdı, itmişdi bir cavanı. 8 gün sonra bu cavan oğlanı bunun evindən tapmışdılar. Bu cür inhirafat əxlaqi rüşd tapır bu zamanda. 2 nəfər əsasən bunun özü münəccim vardı ki, buna cadugərlik delərdilər, pişquluq delərdilər. Və bu rəvac tapmışdı. Cadugərlik, pişquluq, ki Molla Müzəffər Cənabzi idi, biri də Məhəmməd Şəfi idi. Məsələn, cəlib də budur, bəzən bunlar cür gəlirdi. 1030-da o zaman dedi ki, bəli, bu Merrix Əqrəbdə vaqe olubdur. Uləma-i Şiənin biri öləcəkdir, məzhəbimizə bətər bir şikəsti vücuda gələcəkdir. Və neçə ay sonra orada bir alimlərin biri, böyüklərin biri ölür, Şeyx Bəhai. Bu kitab Ət-Tənbihat Məhəmməd Qasım ibn Müzəffərdir, səhifə 223-də gəlibdir. Biz görürük ki, yəni bu bəzən də etiqad rasix gətirir ki, bəs bunlar pişqular düz deyirlər, bəzən rast gəlirdi. 1027-də məsələn Qəzvində gedirdi cadugərin huzuruna. Bunu Səfərnaməyə Pieter de la Vallée cəldi 4 səhifə 116-117-dən deyirəm. Ya misal deyirəm, bir dənə Əlmas Hindistanın o murtazları buna göndərmişlər güman. Şah Abbasa göndərmişlər, buna yetişmişdir. Bunu Bədyümnü bilirdi. Çün Bədyümnü bilirdi, yollamışdı İmam Rıza'nın hərəminə ki, orada çiraqdan aslansınlar. Deyirdi, bu bədbəxtçiliğin mayəsidir. Və sonra götürür bunu Osmanın şahına 16.000 tümənə satır. Və hələ qorxurdu ki, deyir, satıram onu, o bədbəxt eləsin də, Osmanın şahın bədbəxt eləsin. Pulunu da İstanbulda çarkasıba verir. Bunu da Səfərnaməyə Antonio Dugua səhifə 96-97-dən deyirəm. Andişmaq Şah Abbas zamanı mod olur. Nuxud kişmiş kimi nə bizim millətimiz Əbəlfəzan dostum, nənəm ruhu, nəm dədəm ruhu, ey bu cür and içərlər hər zada, yerə, göyə, Qurana, ruha filana, bu o zamandan mod olur. Mod olur ki, əvvəl məsələn Şah Abbasın başını and içərdilər. Nəsrullah fəlsəfi səhifə 434-də deyir. Hətta özü də öz başını and içərdi. Şah Abbasın başını and olsun məsələn deyərdilər. Qızılbaşlar da buna and içərdilər. Hətta olan məsələn inşallah zat da deməzdilər. Deyərdilər ki, şah soranda deyərsiniz. Şah soranda deyərsiniz, inşallahın yerinə bu işlədərdilər. Bunu harda gətiribdi? Səfərnaməyə Pieter de la Vallée cildi 2 səhifə 353-354-də. Baxın, Səfərnaməyə Don Garcia do Silva Figué səhifə 324-də də bunu gətiribdi. Və fikir edirdilər ki, bunun qəzası mütəbərrikdir.
Şah Təhmasib də bu cür xuraf adam idi. O lap bətər yazıq. Məsələn, o qəzasının artığını tökərdi otun içinə, yandırardı. Bir nəfər məsələn erməni zət gəlsəydi, xaricəli ayağının yerinə kül səpərdi, gedərdi. Heç kəsi görməzdi, heç qonaqlığa getməzdi, heç yerdə qəza yeməzdi. Bəzi qərib mövcud idi bu Şah Təhmasib. Bəli, Şah Abbas qəzasının artığını verərdi mütəbərrik eləsinlər. Və hətta məsələn də o qədər etiqad gəlmişlər. Elə bir daha məsələn fərziyyən sərətan davasıdır ki, o hər kəs isə düzələcəkdir. Bu Səfir İspaniyanın ki, çox uzun idi. Özünə biləsinə Babaxan deyərdi, baba deyərdi biləsinə. Çox yaxın idi bundan. Məsələn, bir seri murabba göndərmişdi. Güman onların həmsaylarının birinin xanımısı noxoş idi. Zorla bu murabbadan biraz almışdı, yemişdi və düzəlmişdi. Bu da şایع olmuşdu. Millət bunu eşitmişdi də vaqəən iman gətirmişdilər ki, Şah Abbasda bir kəramətlər vardı. Hər yerə gedərdi atı ilə, bu atının nalin yerin hamı öpərdi. Düzdür, fərraşlar vurardılar, çəkərdilər, əlbələ bu millət qaçardı, o öpsün ki, bir dərman tapsınlar. Və şah noxoşlayanda millət gedərdilər, müsəlliyə dua elərdilər ki, bu toxtasın. Şəvval 1028-də və Şəban 1029-da Fərəhabadda bu cür dua eləyirlər ki, bu düzəlsin, toxtasın. Bunun şahın sağlığına hamı yişirdi müsəllalarda və ağlayırdılar, dua oxurdular. Bu dirilsin ki, axırda deyir ki, o Fərəhabadda yişmişlər, dua əsər eləmir və ölür şah. O da duanın əsərindən. Şəfa verirdi bu şahımız bizim. Şah Abbas şahımız bizim şəfa verir. Tarix Əbbasidə gəlibdi ki, 5 yaşında uşağı apardılar. Əl çəkdi başından bu yola düşdü. Əl atdılan filan yerdə qıfıl açıldı. Bir dənə bir cəlib bizət vardı. Məsələn, bir ərəb var idi, getmişdi. Adı yadımdan çıxıbdı. Osmanlılara pənahənd olmuşdu. Sonra getmişdi bunu Şeyx Səfiyin o aramgahı şura çox müqəddəs yer idi. Salmışlar qazanında, qeyniyəndə ətlər tökülmüşdü eşiyə. Etiqad gətirmişlər bu qazan məsələn möcüzə edir. Və o qazanın qapağı cəlib budur. Şah Abbas gedəndə ora güman dəbəşir, hamı deyir bu sənə təzim elədi. Şahın bu qazanın qapağı sənət qalxdı ayağa və otdu yerə. Bu cür bir etiqadları var idilər. Birinə arz eləyəndə ölürdü məsələn. Bu cür gəlib tarixdə. Çox gülməlidir. İndi şansan birinə deyibdi, o ölübdü. Məsələn, kaş bu öləydi. Və bais olubdu ki, bu cür inanclar vücuda gəlsin Şah Abbasa görə. Və zamin ahu idi Şah Abbas. Aləmara Abbas da Səfi 399-da bu gəlibdi. Ahular buna pənah gətirmişdilər. 1007-də Şikargahı ki, bir dənə Curgi Çəmən adında var idi. Orada bu gedir, görür ki, ahular buna pənah gətirdilər ki, bu ovçu bizi öldürəcəkdir, otururlar bunun ayağının altında. Ki, bunlar hamısı da bizim indi fərhəngimizdə demək olar ki, vardılar Şah Abbasdan yadigar qalıblar. Bu bizim bu birisi bəxşimiz. Axır bəxşə yetişməyə mən sözü sizə verirəm. Çox sağ olasınız. Xan bəy yazıb neçə il ömr elədi bu müsibət. Çox gülüncü idi. Hər halda doğuşdan müsibət. Əgər xanım döktür, ay taban, bir şeylər bizə əkləyəcəklər söhbətə görə. Bilirəm ki, Eliyar bəy danışamazlar. Çünki axır söhbətdə sizdən eşidək, sonra lap axır intihai söhbəti döktür Rəhim bəydən. Buyur xan döktür. Çox sağ olasınız. Mən bir qismində fəqət bir balaca sualım olacaq. Əgər sayın ustadım onlara cavab versələr çox məmnun olaram. Təqribən bu tarix boyunca ki, Şah İsmayılın o tarix içi yaşayırdı o zaman və o qəzalə, erməni qəzaləni siz nəqlin və ya vaqəsini dediniz. Sonra buyurdunuz ki, bu tövbə eləyəndən sonra gedir Ermənistana. Mən istəyirdim soruşam görəm o zaman Ermənistan adında bir yer var idi və bunu sadəcə istədim əgər imkanı olsa açıqlayasınız ya bugünkü məfhumla siz oranı buyurdunuz. Bugünkü məfhumla ora Çuxur Sədidlə vilayəti idi. İrəvan ya İrəvan ki deyirlər, Çuxur Sədiddən idi Azərbaycanın 4 eyalətindən biri idi. Bəli, çünki kitablarda Ermənistan yazıblar, bu mənim səhvim idi, bəli. Ay taban, sizi eşidək əgər fərmayışınız olsa. Salam, yorulmayasınız. Səfəvinin deyə bilirəm ki, ən böyük təsiri Azərbaycana o idi ki, Osmanlı ilə o savaşlar ki vücuda gəldi, kullən Azərbaycanda
siyasət sərзəmini suxtədən istifadə elədilər və bir müddəti 200 il Azərbaycanın kətlərin, quyuların, çayların, kəhrizlərin aradan apardılar və Azərbaycanın milləti məcbur oldu ki, Azərbaycandan köçsün. Və baxırıq, görürük ki, bu günlərimədə İsfahandakı Abbasabad məhəlləsinin o gün Şah Abbas Azərbaycandan mühacirət eləyən türklərdən ötürü düzəldibdir. Necə ki, Cılfanı ermənilərdən ötürü vücuda gətiribdir. Və bu sərzəmini suxtə siyasəti bais oldu ki, Azərbaycandan o günün hesabı ilə ki, məsələn yazırlar 300 min nəfər İsfahanın fəqət ətrafına köçübdür. Baxın, görün, nə bir böyük bir cəmiyyət Azərbaycandan çıxıbdır və bu cəmiyyətlə birlikdə siz hesablayın, sərmayə, iş adamı, sənət adamı, memar, hər qunə insani ki, Azərbaycanda var idi, millətin qaymağı Azərbaycandan köçübdür. Və ikinci təsiri o idi ki, sərəyanı təvəlla, təbərranı vücuda gətirdilər ki, bu dərvişlər Təbrizdə və Qəzvində o cür ki yazıbdır, nahardan qabaq bir iddə çıxırdılar, Ömərə və Əbu Bəkrə yaman deyirdilər, nahardan sonra da bir iddə çıxırdılar, Həzrət Əlinin şənində şeir oxuyurdular ki, qabaqdakı o səhər çıxanlara təbərrayan deyirdilər, nahardan sonra çıxanlara təvəllayan deyirdilər. Və bu oyunlar o qədər idamə tapdı ki, demək olar ki, əgər o sülhü ki, Şeyx Səfi salı 1630 Səfəvi ilə bir islah bağladı və bugünkü mərzilər də o qərardadın, yəni qərardad Bəğdadın hasilidir ki, bu günlərimədə qalır və bəllidir ki, Azərbaycanın sərnevişti hara müncər olardı. Və bu islah o ən böyük təsir Azərbaycanda qoyubdur. Çox məmnun. Siz də çox sağ olun, Ay Taban. Ay Döktür Rəhim, səs var sizdə. Əgər Bəli, səs var. bəli, Mən buyurun axır Gülçin söhbətinizi Tabanı buyurun, çoxamızı da tamamlayaq. Sağ ol, buyurun ay. ay Taban 1618-də miladıda. O zaman ki Osmanlılar gəlirdilər və bu münəccimlərin sözünə baxa-baxa daldalı gedirdi, yəni əqəbnişini elirdi. Peter de la Valle deyir ki, mərdumun vəziyyəti çox pərişan olmuşdu. Yəni bu dedi ki, Təbrizdən Ərdəbilə nə mənə abadanlıq var, kət var, hamısını yandırın. Tamamən hamısını heç elədilər. Zəmini suxtəki deyirsiz, yanmış yeri təhvil verək onlara. Hətta atasının və əcdadının oradan sümüklərini çıxardırdı ki, aparsın Fərəhabada. Hətta demişdi, burada hər zad da yandıracaqsınız Ərdəbildə. Və bu Dilavale yazır ki, çox riqqətəngiz, yazığım gəlirdi insanlara. Qocalar, uşaqlar, arvadlar ağlaya-ağlaya, nalə ilə, zari ilə küçələrdə gedirdilər, yerimağa yol yox idi. Və Şah Abbasa arvadlar yaman deyirdilər ki, Osmanlılarla niyə barışmır, niyə yola getmir? Çoxları əmvalın apara bilmirdilər, yerdə quyulurdular, torpaqlarında, bağlarında quyulurdular və Şah Abbas qalmışdı öz hərəmi Ərdəbildə. Və bunları cünuba tərəf, yəni Fars məntəqələrinə köçürdürdü bunları, orada Veylan və Sərgərdən olsunlar. Özü də bilirsiniz, hərəmidə qalsaydı, Xacə Səralara tapşırmışdı ki, bunlar bəlkə düşmənin əlinə düşməsinlər, bunların başlarını kəssinlər. Pəs bütün Təbriz və Ərdəbilin arasında, hətta orada biz bər əsas bu Peter de la Valle bunun sənədi bilirik ki, bunların hamısını Şah Abbas zamanı ota çəkib bilirsiniz nə qədər abadanlıq aradan gedibdi. Sizin sözünüzə ona görə qatılıram. Çox sağ Mən bir olun. dənə balaca bir sual soruşa Buyurun, bilərəm. buyurun. Çox sağ olasınız. Çox yaşayasınız. Bunu da istirdim soruşam ki, o qərabət tarixi ki müstəşriqlərin var idi və Şah Abbasın zamanına da denk gəlirdi. Nə qədər ingilislərin bu xurafələrin yaratmağında və Osmanlı ilə iki türk dövlətinin arasında, yəni Səfəvini əleyhi Osmanlı təhrik eləyib və onu ona mane yaratmaq nə qədər sizdə təsiri var idi və ya yox? O zaman
Məsələn, bu cür bir məsələlər, yəni İngilistanın, Britaniyanın siyasətindən bağımsız ittifaq düşübdür. Çox sağ olasınız. Əgər olsa bir balada da işarə eləsəz məmnun olurum. Mən dəqiq onu təxmin vura bilmirəm, amma bu ki bu səhərdən axşama xaricəlilərlə dözdüyümüz, yəni məsihləri ki məmuriyyətə gəlirdilər İtaliyadan, dəstgah Məsihiyyətin elə bizim qumumuzdan məsələn gedir fərz edək bir yerə. Vaxtı oradan gəlirdilər, təbiidir ki, söyürdülər ki, bunları rəvac versinlər. İngilistan özü bilirsiniz ki, 16-cı qarnın çox xurafə bir məmləkət idi. İldə cadugərlər yandırırıq. Nə bu xanım cadugərdir, o xanım cadugərdir və ruh və cəngiri o bu cür oyunlar İngilistanda çox idilər. Və mən fikir edirəm ki, onların da təsiri həttəmən ola bilərdi. Çünki şahından dəmxor bunlar idilər və şah əsən döybərində bir az neçə nəfər qızılbaşı saxlamışdı. Çünki əsən ərtəşi aradan apardı. O saxtarı ki, minlərlə İranda var idi. Bər əsas qızılbaşların ləyaqətləri gəlirdilər. Bunların hər birində özü Nirlavadı, bunları dağıtdı. Çünki bunlardan ehsas xətər elirdi, qorxurdu, bunları dağıtdı və bir seri qulamları, nökərləri, bərdələri gətdi, özünə bir ləşkər cürrədi, dedi mən modern ləşkər cürürəm. O saxtarı ki, təbii surətdə gəlmişdi, bunlar dağıtdılar. Mən etiqadım budur ki, bir az bu neçə nəfər qızılbaş ki qalmışdı axırda, bəqiyə Hindistanın məsələn səfiri idi Cahangir ya məsələn İspaniyanın səfiri idi, baba deyirdi biləsinə. O cəlib budur. Hindistanın səfirini də o qəs söyərdi ki, Hindistana tərəf uşaqlar bilirlər də Hindistaniyə deyirəm. O ona da xan aləmi idi, onun ləqəbi can aləm deyərdi biləsinə. Yəni o qəs söyərdi ki, məsələn səfir İspaniyada biraz yaşlı idi. Oturanda keyf qoltuğundan yapışardı, qalxçın o yerdə otura bilməzdi. Qoca idi. Balaca bir səndəl qoyardılar, qalxızardı. Tüm bunlarla daiməm, təbii bunlar zehnində bunun rüsux elirdi və mən bunu mənşə bilirəm. Necə bilirsiniz, indi bu ittifaqlar düşmədi bizim camiəmizdə, bu belə qırğınza doludur. Mən deyirəm gərək tarixi məsələn ondan qabağa çönürük və ondan sonraya. İran da bir dənə böyük tarixində Şah Abbasdan qabaq və Şah Abbasdan sonra gəlir nəzərdə tutaq. Çünki Şah Abbasdan sonra idi ki, bu ittifaqlar vücuda gəldilər. İndi dedi bacı, söz çoxdur, vaxt yoxdur. Mən harasını deyim, harası qalsın. İcazə verin bütün Ərdəbili çox söyləyəm. Ərdəbildən bir zərrə də danışaq, itilaf verək o zamanda. Ərdəbildə çox yaxşı dostlarımız da vardılar. Ağay Əta idi, Pəyam Türk idi, Nərməndləri ki orada vardılar və çox xanım Qulizadə bu Ağay Lütfi o çoxdular. Yaxşı dostlarımız orada çoxdular və faallar da orada çoxdular. O zamanacan Şah Abbas zamanıcan Sünni məzhəbi idilər Ərdəbillər. Və Ərdəbil bir müqəddəs şəhər idi. Yəni həm təraz Məkkə, Nəcəf, Məşhəd, Kərbəla kimi idi. Çün Səfəvi bu sultanlarının ziyarətgahları bütün muridlər, mötəqidlər, şiələr, qızılbaşlar hər il neçə seri şah özü hər il məsələn qahən neçə seri gedərdi ora və orada itam elərdilər. Yəni aşpəzxanası var idi və qəza verərdilər orada. Bilirsiniz Şeyx Səfidən sonra onun oğlu Sultan Sədrəddin Musa gəlir. Əlbəttə adlarını da Sultan qoydular ki, axırda Şah İsmail elə gəlir, doğudan sultan olur. Onun oğlu Sultan Şeyx İbrahim, onun oğlu Sultan Heydər və sonra Şah İsmail yetişəndə vaqəən də sultan oldular ki, bunun iki uşaqları vardı, gedirlər ta yetişir Həmzə Mirza ki, Şah Abbasın böyük qardaşıdır, dastanların keçən cələsə dedik. Cəlib budur ki, bu bargahda zəncir aslanmışdı sağdan sola üstdən ki, əgər biri özün assaydı o hərəmin içərisinə ya o zəncirdən yapışsaydılar, hətta şah da onu hesab eləyə bilməzdi. Yəni o imində olardı. Dori Teymurdan ora Darul Əman ona görə deyərdilər. Yəni əmanda qalardı hər kəs getsəydi ora. Və Moğoldan da qabaq Azərbaycanın mərkəzi ləşkəri və kişvərisi idi. Və cəlib budur, onun təvsifini ki, mən oxuyuram kitablarda, Savalan dağından o çaylar ki, axırda gəlirdi, narin ərxlər olurdular. Peter de la Valle deyir ki, eyni Venestiyə oxşurdu, şəhri Venestiyə oxşurdu. Və bu çaylar və axırda gəlirdi əxlər ki, hər küçənin içindən Ərdəbildə keçirdi. O əlbəlinə ağac əhmişdilər, üstlərində
çərpişdən körpülər vurmuşdular balaca və orada deyir qızılalar o qədər ləziz idi, o qədər dolu idi o çaylarda ki, mən İskəndəriyyəni tərk eləyəndən o cür yeməli balıqlar yeməmişdim. İndi gedək görək Ərdəbilin hangi küçəsində, hangi məhəlləsində o çaylar qalırlar, o əxlər qalırlar və o balıqlar qalırlar. Meydanı böyük bir mürəbbə bir şəhər idi və mən icazə verin bu kitabdan səhifə 554-dən bunları oxuyayım biləcəm. Hərəm və Darülhifaz var idi orada. Məqbərə-i Şahzadəgan şərq tərəfində, doğu tərəfində idi Darülhifazın və baş tərəfində də şeirlər yazılmışdılar. رگم کرده به تأیید الهی عطارد بر سر ایوان شاهی که سلطان ابن سلطان سریر افروز دارالملک احسان مدار امن و ایمان شاه طهماسب مکان عدل و احسان شاه طهماسب الهی تا که این فرخنده ایوان بود آرایش از برجیس و کیوان سعادت یاور شاه جهان باد vücudəş az havadis در امان باد. Bu da üstə yazılmışdı. İndi bilmirəm aya bu iş qalır ya qalmır. Böyük eyvan vardı qibliyə tərəf. Ki Darül Hədisin tərəfində Şah İsmailin adında idi. 4 çildəxanalar var idilər. Şeyx Səfiyyəddin İshaq orada cülus elərdi. 5 məqbəri Şah İsmailin anası var idi ki, bağlı idi Şeyx Səfiyyə və 5 Həzrət Əli bir məhəllə vardı orada. 6 bir məqsurə, yəni eyvanlar bir yer. Eyvan Darülhədisin qabağında idi və onda da bir sürü şeirlər yazılmışdı. 7 şəhidgah var idi. 8 Şeyx Sədrəddin Musanın məhəllə culusu var idi. Çaşkarlıq eləmişdilər Şah Təhmasib zamanı və günbədini də qubbe eləmişdilər. 9 40 dənə hicrəsi var idi. Bunların hamısını o yoldaşları ki Ərdəbildədilər. Bir çek eləsinə, kontrol eləsinə, görsünlər bunlardan nə mənə qalır. 10 səffələr var idilər, məzarlar var idilər ki, məşayix və xandan Səfəviyyə orada bağlı idilər. 11 çörəkxanalar var idilər şimal tərəfində, aşpəzxananın məğrib tərəfində. 12 qazanxanalar, aşpəzxanalar və əyaqxanalar var idilər şimal tərəfində. 13 hücrə var idi Şeyx Səfiyyə tərəf ki, oğladı məşayix Səfəviyyə idi. 14 şərbətxana var idi ki, orada bir çeşmə vardı, su və orada halva pişirərdilər, şirini pişirərdilər. Eyvan vardı məğribə tərəf. 15 dəftərxana var idi, 16 xonçaxana var idi, 17 nəqqarxana var idi, hamamı var idi, heyməxana var idi. Yəni bunların hamısına baxanda Ərdəbildə bir böyük bir bənalar var idilər. İndi onların nə qədri mi qalıbdı? Mən bilirsiniz nə niyə çox narahat oldum. O zaman ki oxudum, gördüm ki, bu Şeyx Səfinin bir kitabxanası var idi. Talar adında, Cənnətsəri idi ora. Ki orada tarixdə gəlibdi Səfərnaməyə Adam Olearius cildi 1 səhifə 439-da deyir ki, Türkçe, ərəbi və farsi kitablar vardı. Dolu idi miniatürlə. Pəs orada bir böyük bəxş türkü idi bu cür gəlibdi. Nə olur bu kitablar? Fətəli Şah zamanı 1243-də olur 1828 miladda İran və Rusun 2000-ci savaşında bir sərdar Rusi Paskiyevich adında gəlir, onların hamısını qənimət götürür, aparır St. Petersburqa ki, indi orada oranın kitabxanası əlbəttə ora Leninin adına görə Leningrad olubdu. Orada oranın kitabxanasındadır. Nə bilirik adları nə mənə idi, nə bilirik neçə dənə idi, nə bilirik hangisılar idi, nə bilirik hangisini indi icazə verilə baxaq və hətta o türkçü kitabları oxuyaq. Hər gündüz və gecə 35 qazan pilov bişirərdilər və mərdum da gələrdilər orada bunlardan tənavül edərdilər. Bu Ərdəbilin demək olar vəziyyəti. Amma çox cəlib məsələ xanımların nüfuzu idi o zaman. Biri var idi Pərixan xanım adında. Bu Şah Təhmasibin qızı idi. Demək olar özü də bilirsiniz bunun qardaşı Məmməd Mirza gözləri görmürdü, keçən seri dedik. Yəni Şah Abbas bunun qardaşının uşağı idi. Amma çün İsmail Mirza ilə bir qarından olmuşdular. Ona görə bu Heydər Mirza ki, Şah Təhmasib çox söyərdi, əziz kərdəsi idi, nənəsi də gürz idi. Bunu məsələn gözdən salır.
Qərdəşin gətirir Sultan Süleyman əvvəldən gətirir Sultan Süleyman Mirzə adında. Məşhəddən gətirir dərbara, bunu məmur eləyir. Sonra Qərdəşin nə şəkildə gətirir otursun orada təxt üstündə. Bu dəsisə kar arvadların biri idi. Yəni siyasətmədar bu cür deyək. Və o zaman ki Şah Təhmasib 64 yaşında 1 il 24 gündə ömründən keçirdi. Bu səltənəti 53 il 6 ay 26 gün sonra buraxır. Əli bu dünyadan üzülür. Əli də çox uzun idi, uca boy idi, səqqəli sarıya çalırdı. Bu cür Həsən Təvarixdə bu cür yazıb Həsən Rumlu. Həm nəqqaşi söyərdi, həm yazmağı söyərdi, həm eşşək sürməyi çox söyərdi. Ömrün əvvəlindən axırına da çünki qıtmır idi. Yetişərdi mənim hardan mülküm nə mənədir. Rza Şah kimi. Rza Şah da bu işi çox söyərdi. Rza Şah əvvəl. İndi bu Rza Şah səğirdir də inşallah gələcəkdir. Biz də gözləyirik gəlsin Azərbaycanda istiqbal eləyəcək biləsinlər. Bu məsələn bir gün səhərdən axşama dırnaq tutardı. Dediğim Sultan Məhəmməd Xudabəndə deyərdilər ki, filan yeri aldılar Osmanlılar, deyərdi qoyun mənim pişiklə həmin toyuğu tutsun. Pişiklərə paltar girərdi, qaval salardılar, arvadlarını oxuyardılar. Bu da məsələn bir gün səhərdən axşama dırnaq tutardı Şah Təhmasib. Səhərdən axşama bir gün hamama gedərdi. Bilmirəm, bu cür bir oyunlar var idi, hər zadda nəcis bilərdi. Bu gətirir pəs, bu öləndən sonra nəxşələr çəkirir Pərixan xanım və məsələn Heydər Mirzanın bir seri tərəfdarları vardı. Tayfə Şeyxavənd idi, İstacudlar idilər. İsmail Mirzanın bir seri tərəfdarları vardı. İsmail Mirza da Şah Təhmasib saxlamışdı Çəleyberdə bir qələdə, zindanı, qələyi Qəhqəhə. 19 il orada saxlamışdı. O gəlir məsələn bacısının evinə, Pərixan xanımın evinə və bunu gətirir, məsələn şah eləyir, Şah İsmaili dovum eləyir ki, huvəl adil, iki dişi də bunun düşmüşdü. Bu iki dişi düşüb, bu cüziyyatda deyirəm ki, yoldaşlarımız darıxmasınlar, çox quru olmasın. Yoxsa deyirlər, ha, iki dişi düşüb, nə bizə rəbti var deyə, məsələn o pişik rəqsi tutardı, nə rəbti var? Bu xatirə bu deyirəm ki, dadı duzu olsun da, bu o necə aşı bişirəndə bizlərə ədviyə vurarlar, bibər vurarlar, duz vurarlar, bu ondan ötürdü. Pərixandan sonra bir ayrısı da var idi. Çünki Pərixanın bir daha da böyük düşməni vardı. O da Sultan Məhəmməd Mirza ki, həmin Xudabəndə kör gəlir iş üstünə. Onun arvadı Məhdi Oliya işi alır əlinə, amma görə Pərixan bunun düşmənidir. Qabaqda bu vardı. Əslində də Məhəmməd Mirza gələndə iş üstünə demişdi ki, onu mənim bu Pərixanımı öldürəcəksiniz. Çünki ondan da bətər diskinirdi. Və Xəlilxan Əfşara pul vermişdi hətta. Demişdi, onu gələ öldürəsiz. Ona görə onu öldürürlər və Məhdi Oliya olur həməkari məmləkət. Bu da bətər kinətüz bir xanım idi. Bətər acı danışan idi, ləcüc idi, elə nə mənə desəydim ki, gərək oğlu idi, amma qəyyur idi. Çox da qudrət söyən idi Məmməd Şahın xanımısı. Hər kəs gəlirdi, hər yerin hakim olurdu bu məsləhət elirdi, bu gətirirdi, əzl elirdi, nəsb elirdi. Hər yerdə deyirdi, mən Döddar Şahın nənəsiyəm. 4 dənə oğlan doğmuşam. O Xürrəm Sultan da bu sözü yadınızda olsa deyirdi o serialda. Və cəlib budur ki, çox adam intiqad elirdi ki, aya bir kişi yox idi bu arvad Səfəviyyənin nümayəndəsi olubdu. Ta axırda əlbir olurlar bu qızılbaşlardan Sədrəddin xan Səfəvi ilə İmamqulu Mirzai Musillu. Dedilər bunun bir ayrı bir xanı Tatarla var, Adilgəri idi adı. Ondan üçün rabitəsi var, biz bu gələ öldürək. Bədlisi bu şərəfnamədə yazıbdı ki, şahın qucağından çıxartdılar eşiyə və öldürdülər. Yəni pənah aparmışdı. Çəkdilər. O kör şahın gözünün qabağında ki, bilməmiş görürdü yox, öldürürlər orada. Və ondan sonra ayrı xanımlar da vardılar. Məsələn, Zeynəb Bəycim var idi, şahın əmməsi, Şah Abbasın əmməsi. O da mühim idi. Amma şah özü nə qədər izdivac edir? 995-də 17 yaşında izdivac edir. Bir çərkəsk bir qızla ki, ondan da Məmməd Baqir Mirzə həmin Səfi Mirzə olur. 18 yaşında 996 Hicridə bir gecədə 2 xanım alır. Yəni hər ikisində toyun bir gecədə edilir. Biri Oğlan Paşa idi adı ki, bu Şah Təhmasibin oğlu var idi. Hələ uzundur, onları keçməyim. Biri Mohr Oliya xanım idi ki, bu da Mustafa Mirzan, həmin də Şah Abbasın, Şah Təhmasibin oğlu idi. Bunları qatmayım. Mənzurum budur ki,
Bu cür əqdi bir iki xanımısı da var idi. Və o qədər əlaqəsi vardı bu xanımlara. Birdən Hükümran Luristana deyərdi ki, onu boşa mən alım. Öz oğluna deyərdi bunu məsələn boşa, səni söymür. Şah Səfiyyə deyirdi ki, Şeyx Səfiyyə deyirdi ki, Şeyx Səfiyyə doğulma. Onu boşa, mən bunu alım. Əlbəttə Şeyx Səfiyyə doğum olmur. Çünki onu nəvəsi idi Şeyx Səfiyyə. Bu Səfiyyə öldürür, öz oğlu idi. Bunlar hamısı cəlibdilər. Əgər xanımlardan desaq, iş uzuna çəkəcəkdir. Mən bunu da burada xanımları ayağım Ay bağlayım. düzdür. Bizləri də buyurun. Hadi mən bir xahiş eləyəcəyim. Çünki axır Buyurun. mətləbi sizdən eşidəcəyik. O otağımızın düzəninə görə. Ay düzdür Fərzad Səmədli oradaydı. Otağında əvvəlindən var. Mən heç görməmişəm. Çox dəyərli Buyurun. üzüz bilürsüz. Biləxərə bizim jurnalistlərimizdəndir, mədəni fəallarımızdandır. Hər nə Biz qədər onu desək ki, eşidək, mən azdır. sözü qurtarım. Bəli. Bəli, Mən bəlkə onu onu eşidim, da bir qurtarım. qısa buyurun, buyurun. Ancaq ki, Həkim. axır sözünüzü saxlayın lütfən də ki, götürü Yox, elə eşidək, sonra siz mən eşidək. burada saxlayıram. Çünki zamanımız Bəli, qutuludur. Mən burada saxlayıram. Onların söhbətlərini eşidək, mən xudahafizlik eləyəm. çox gözəl, çox gözəl. Ay götür Səmədli, xoş gəlibsiz. Buyurun sizi eşidək. Kimya Hanım çok teşekkür ederim. Sağ olun. Sayın Doktor Albayrak'ın danışmalarını ben lezzetle, zevkle, şevkle dinledim. Gerçekten çok öğrendim ve tasvip tuttuğum her zaman təklifləri olsa gene de hizmetlerinde olan. Ben hiçbir danışmam yok. Sadece dinlemeye geldim. Çok sağ olun məhəbbətinizdən, mərhəmətinizdən. Teşekkür ederim. Ben dinleyirəm burada. Sağ olun. Çox sağ olun. Çox sevinərdim ki, sizi bilirəm də ki, sizin bu çevrədə çox mütaliəniz var, amma hər halda inşallah o birisi otaqlarımızda sizi çoxlu eşidərik də. Doktor Rəhim bəy, buyurun, axır söhbətlərinizi otağımızı cəmbəndilər eləyək. Ay Taban, elə bir siz də bir şey deyəcəydiniz. Çünki maykınızı bir ləhsə açdınız Ay Taban. Buyur, qısa fəqət. Bağlandı gene Ay Taban maykınız. Salam, yorulmayasınız. Bunu deyə bilərəm ki, موقعی ki Teymur Bayazıdı şikəst verir və bugünkü Türkiyədən hududən 150 min nəfər əsir götürür ki, aparsın Besla Türkistana. موقعی ki Ərdəbilə yetişir, onları orada azad edir, bağışlayır Besla Şeyx Səfi türbəsinə. Və bu özü bir böyük təbliğat olur Səfəvi xandanının Besla ləhinə ki, bunlar kullən Osmanlı topraklarında Səfəvi ya Şeyx Besla Şeyx Səfinin ocağını təbliğ edirlər ki, nəhayətində Şah İsmail eləyə bilir o təbliğatın gücü ilə hakimiyyətə yetişsin. Bu bir tərəfi qəziyyədir, amma Məhnaz xanım bir sual soruşdu. Ona bir cavab verim ki, hududən salı 1498-də Dəmaği Umidiniç kəşf oldu və Avropalılar eləyə bildilər ki, İqyanus Hində yol tapsınlar. Bunlar ta salı 1600 heç günə Besla fəaliyyət nizami eləmədilər. Ta inki 1601-də Kumpani Hindi Şərqi təsis oldu. Bu kumpani icad olandan sonra bunlar başladılar Besla bir növ dəsisələrə. Əlbəttə 1557-də Osmanlı Beslah Niruy Dəryayisi indiki Babul Məndəbin yaxınlığında həm Fransızları, həm İngilisləri şikəst verdi və bu şikəst bais oldu ki, Portugallılar, İngilislər və Fransızlar bir müddət 100 il Xəlic Farsa girənməsinlər və nəhayətində موقعی ki Beslah Osmanlı zəifləri daha eləyə bilmədi İqyanus Hindidə öz mütəsərrüfatını saxlasın. Bunlar Beslah eləyə bildilər ki, Xəlic Farsa girsinlər. Kumpani Hindi Şərqi 1600 sonra baxırıq görürük ki, Kirmanda, Şirazda, Buşehridə, İsfahanda
Təbrizdə bu yəhudilər və be-islah Hindistandan gələn insanlar ki, hamısı Kumpaniya Hindi Şərqin insanlarıdır. Bunlar da ticarətxana qurubdular və burada işləyirlər və bunların müxtəlif dəstələri vardı. Ta oracan ki, baxırıq görürük ki, məsələn, Bəradərani Şeirli ki, bir seri ya iki seri Hindistan tərəfindən gəlirlər Şah Abbasın dərbarına və Şah Abbası kamilən tiryaki edirlər. Bunlar həman o siyasətlərin əsərindədir ki, ittifaq düşürür və tamam kullən Səfəvi xandanın İngilislər, Fransızlar və o bundan ötürü poştiba eləyirdilər ki, iki dənə Türk dövləti savaşsın, ta inki Avropa nəcat tapsın. Çün Osmanlılar dayanmışdılar Otrişin Viyaninin divarlarına və əgər o savaşlar iki Səfəvi ilə Osmanlının arasında ittifaq düşdü olmasaydı, şayət Osmanlılar bu günlərimə Avropanın besla çox bir qisməti müsəlman və ya bir ayrı bir növ besla təşkilatda var idilər. Əlbəttə xub Səfəvi xandanı bir xatir bu ki dədə tərəfindən sünnüdülər və nənə tərəfindən Məsihidilər və Uzun Həsənin besla qızı Despinadan olan uşaqlardılar ki, besla onun qızı Marta Şah İsmailin nənəsidir. Bunları biz hesaba qatanda bu xanəvadə təqribən 3 tirə olur. Bir tərəfdən Sünni Məsihidir və bir tərəfdən də Şiə olurlar. Çox məmnun, yorulmayasınız. Çox sağ olun. Söz çoxdur, amma otağımız 2 dəqiqədir zamanından bitib. Biləxərə o xulf vədədə olunmasın. Aydötürün də vaxtını çox tutmuyor. Aydötür, axır söhbəti buyurun. Xanımlar bəxşi qaldı, fikir eləyim, amma bəlkə ayrı mövzularda ona da toxunarıq. Buyurun. Mən də vaxta çox tabəm, ona görə icazənizlə ilə zamanda başladıq, zamanda qurtarırıq. Şah Abbas 1629 miladıda o zaman ki təməddün Avropa başlayırdı, iş üstünə gəldi. Təəssüflə bizim sünnətlərimizi aradan apardı, bizim paytaxtçılığı Azərbaycandan apardı, İsfahana tərəf, Qəzvindən apardı. Ora və kulli bu nüfuz Avropalılar Qərbi Məsihiyyət, İslam dünyasında təzəlzülə bais oldu. Vücuda gəldi ta Müzəffərəddin Şahcan 280 il bu ittifaq sürdü və düzdür, çox yadgarlar qaldı onun adına. Məsələn, Abbasi pulku deyərlər, bir Abbasi. Abbasi onun adından gəlir. Nuqrə pulu idi ki, miskal olardı. Ya məsələn, Şahı 10 atası Şah Abbasın adına qoydu Şahı, 2 şahiyə, bir şah, məsələn, 2 şah deyər pulda. Ya məsələn, çox adam məndən Bəndər Abbası soruşar, ora cəmi burun idi adı. Tarixdə Aləmaraya Abbasda gəlib əslən bu cəmi burun. Ki sonra deyirlər, bu bilmirəm Yunanidir, Kommerkiyondir, sonra bəziləri deyirlər Latindir, bəziləri deyirlər Komorov Meygu adında Portağalı bir kəlmədir. Biləxərə gərək Portağal olur olsun, Yunan olur olsun, Latin olur olsun, amma cəmi burun olmasın, türkü olmasın üçün çətin ola bilər. Bəndər Abbasda türkü olsun üçün oradan Dariuş getmişdi, gərək türkü olmaya. Amma vaqiət budur ki, Aləmaraya Abbasda bu gəlib cəmi burun və bir batman balla da bunu utmaq olmaz. Mən bir yoldaşım vardı, mənə bir mərkəz vardı, elə neçə illərdir ki, 10-15 ildir, dav tələbanə, yəni könüllü, qeyri-rəsmiyəm, elə gedərəm orada. Bir seri cavanlar var, orada danışaram ki, bu da qalsın öz aramızda. Orada o suxənranımda həmişə çıxanda hamı ilə əl verirəm o cavanlarla. Deyərəm, bir-birinizdən miat olun. Əziz eşidənlər, mən bilmirəm bu gün nə olacaq, sabah nə olacaq üçün məntəqə və məmləkətimiz çox həssas şəraitdədir. Amma icazə verməyin, heç kəsi bais ola birinin burnundan qan gələ, birinin namusuna, birinin malına, tükanına, evinə təhərrüz ola, xanivadəsinə, özünə, vücuduna, cisminə təhərrüz ola. İcazə verməyin, sülhlə qalın, yoldaşlığla qalın, xeyrlə qalın. Allah bizim ölkəmizi, Allah bizim millətimizi qorusun. Gecəz xeyrə qalsın. Çox sağ olasınız, var olasınız. Hər halda mən siz əziz eşidənlərimizdən təşəkkür edirəm. Deməli ki, Şah Abbas öz qüdrətini, millətin zilləti
ovlatlarını qan bahasına qazandı. Bir də Axundzadədən bir mətləb var idi. Deyə Axundzadə deyir ki, Şah Abbas və onun o qurduğu təməl oyanışımızın qabağını ən böyük maneə idi. Hər halda bu gün Şah Abbasın dürbünə bağlanır, amma həqiqət axtarışı hər zamanki kimi davam edir. Bir daha ana dilini təbrikləyirik və bu ana dili günündə öz dilimizlə tarix Bir cümlə deyin ki, bunu Əndər bağışlayın. Abbasdan sildilər. Xoş, şimalda İncəburunu nə edəcəkdilər? Məsələn, bu günlərimə o kətdən ki, qayığa minirlər, gedirlər cəzirəyə keçmə, oranın adı Keçindir. Bu Keçin ki, həman keçin də keçin. Bu kəndi nə edəcəkdilər? Xoş, yəni bizim cənubda o qədər türk adı var, o qədər beslah bu nişanələr vardı ki, bunu inkar eləmək olmaz ki. Bəli. Cənubda Gəmbulun, şimalda Tamam. İncəburun, Türkmənistanda. Çox üzr istəyirəm. Ay Taban, otağımız qutulubdur. Hər halda olsun, yenə də sağ olun ki, varsınız. Ay Taban, nə gözəl, amma sizə əlbət yenə eşidəcəyik, zamanımız var, amma deyərlər, o nəzmimizin bəlkə üzərində gedək. Deyirəm, bir daha ana dilimizi təbrik edirəm və ana dili günündə öz dilimizlə tariximizi araşdırdıq. Özü bizim üçün, hətta mənim üçün bir şərəf idi. Hər halda bu da ana dilinin qutulamağının bir yolu idi. Sağlıqla qalın, səlamətliklə, hələlik. Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən. Sabahın, həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğulur. Biz vətən məcnunu, el aşıqı, sülh əsgəriyik. Biz vətən naminə ölsək